Hər vaxtınız xeyir əziz dostlar, dəyərli izləyicilər. Reaksiya TV-nin efirində alternativin növbəti canlı yayın buraxılışıdır. Biz bu həftədən etibarən düşünürük ki, həftənin cümə günləri ənənəvi 3 nəfərli qonaqlı olan alternativdən əlavə olaraq 2 nəfərli qonaqla da həftədə bir dəfədə bu cür alternativ verilişini edək. Və bugünkü verilişimizin təşəbbüskarı, siyasi ekspert Abutalib Səmədovdur. Belə ki, ötən həftədə bizim efirimizdə Real Partiyasının sədri Natiq Cəfərli ilə mənim müsahibəmdə Natiq bəyin Rusiya ilə bağlı və digər mövzularla bağlı səsləndirdiyi fikirlərlə bağlı Abutalib müəllim alternativ olduğunu bildirdi və mən hər ikisinin bu verilişə dəvət etmişəm. Abutalib müəllim, xoş gəlmişsiniz. Xoş gördük. Xoş gördük sizi də. Və öncə elə gəlin Natiq bəydən başlayaq, sonra alternativ olaraq fikirlərini Abutalib müəllim səsləndirər. Rusiya Azərbaycanın dostudur yoxsa düşməni? Biz Rusiya ilə münasibətləri necə qurmalıyıq? Təşəkkür edirəm. Elə Abutalib müəllimə də təşəkkür edirəm ki, belə bir təşəbbüslə çıxış edib. Mən düşünürəm ki, bu bir çox mövzuların daha dərindən araşdırılması, müzakirə olunması cəmiyyətdə olan ağ-qara rəngləri də dəyişdirə bilər. Çünki İstənilən məsələyə siyasətdə münasibət heç vaxt ağ-qara deyil. Elə sizin sualınızda da dostdur yoxsa düşməndir, buna birbaşa cavab vermək çox çətindir. Çünki tariximiz iç-içədir. Son 250 illik, 200 illik tarixi götürsək, ümumiyyətlə bu bölgədə Rusiyanın, Rus imperiyasının, sonradan Sovetlərin, sonradan isə indiki müstəqil Rusiya dövlətinin Azərbaycana həmişə təsirləri olub. Təəssüf ki, bu təsirlərin müsbət tərəfi çox azdır. Mən müsbət tərəfini bir tək onunla izah edə bilərəm ki, məsələn, Çar imperiyası zamanı Azərbaycanda təhsilli insanların yaranmasında və Peterburqda, Moskvada, universitetlərdə Azərbaycan ziyalılarının təhsil alması və sonradan elə həmin insanların da Azərbaycan Demokratik Respublikasının qurulmasında ciddi rol oynamasını bir pozitiv təsir kimi görmək olar ki, Azərbaycanı məhz təhsil səviyyəsinin yüksəlməsində xidmətləri olub. Amma negativ tərəflərinə baxanda, mən indi lap qədim tarixə, Gülüstan və Türkmənçay müqavilələrinə qədər enmək istəmirəm. Elə müasir tariximizi götürsək, Qarabağ Savaşının başlanması da, separatizmin dəstəklənməsi də Qarbaçovun dövründə və ondan sonraki dövrlərdə, sonradan Azərbaycan torpaqlarının işğal olunması. Natiq bəy, çox üzr istəyirəm. Bir təklif edeyim, sonra davam edeyim. Deyirəm, bəlkə biz bu sualı həm də hər sualı qoyaq bu səs vermə bölməsinə, qoy tamaşaçılarımız da ona cavab olar mı? Maraqlı olar. Siz davam edin. Yəni 20 yanvar faciəsi və Xocalı soyqırımı, orada 366-cı alayın iştirakı. Yəni ən yaxın tariximizə, müstəqillikdən üzü bəri olan tariximizə də baxanda görürük ki, Rusiya ilə Azərbaycan münasibətləri zaman-zaman Azərbaycanın əleyhinə kifayət qədər Rusiyanın fəaliyyətləri ilə səciyyələndirilib. Sadəcə son zamanlar müxtəlif yanaşmalar mövcud idi və 20-ci ildə Azərbaycan 2-ci Qarabağ Savaşını qalibiyyətlə başa çatdırılmasında bir kəsim insanlar öz argumentləri ilə belə bir... Olar mı hissə-hissə gedək? Okey, tamam. Çünki problem onlar çox... 20-ci ilə qədər, yəni əgər biz 2-ci Qarabağ Savaşına qədər olan dövrü götürsək... Tamaşaçılarımız da bu suala cavab versinlər. Canlı çat bölümündə artıq başlayıb sorğunu. Yəni, bu yekunlaşdırsam hələlik onda 20-ci ilə qədər olan dövrə qədər, yəni 2-ci Qarabağ Savaşına qədər olan dövrdə Rusiyanın Azərbaycana ögey münasibəti, Rusiyanın Azərbaycana yaratdığı problemlər zaman-zaman üzə çıxıb və mən işğal faktının, 7 rayonun işğalı, Qarabağın separatist qüvvələrinin güclənməsi məhz Rusiya amili ilə birbaşa bağlantılı olduğunu düşünürəm və bizi torpaqlarımızı işğal edən kiçicik Ermənistan deyildi, həm də Rusiyanın imperial maraqları idi. Buyurun. Mən Natiq bəyə təşəkkür edirəm ki, gəldi, çünki bir neçə dəfə başqa siyasətçilərə də müraciət eləmişəm. Bizim borcumuz maarifləndirməkdir. Əlbəttə. Və gəlib mövqeyimizi mədəni şəkildə deməliyik. Təqribən 180 il bundan əvvəl Böyük Britaniyanın baş naziri Palmerstonun bir sözü var. Deyir ki, İngiltərənin nə əbədi müttəfiqi var, nə əbədi düşməni. Əbədi maraqları var. Rusiyada bizim nə dostumuzdur, nə düşmənimiz.
böyük qonşumuzdur. Çox vaxt tariximizdə mənfi rol oynayıb və biz maraqlarımız naminə ondan istifadə etməyə çalışmışıq və xüsusilə son dövrlərdə buna müvəffəq olmuşuq. Ancaq bütövlükdə götürəndə Rusiya bizim üçün və keçmiş ittifaq respublikaları üçün böyük təhlükədir. Mən yeri gəlmişkən Putinin gənc sahibkarlarla görüşdə söylədiyi fikirli xatırlatmaq istəyirəm ki, bu fikir deyən dövlət başçısına və dövlətə təbii ki, münasibət müsbət olmaz. Deyir ki, deyirlər Pyotr kiminsə ərazisini işğal eləyib, qopardıb. Pyotr işğal eləməyib. Pyotr Rusiya torpaqlarını qaytarıb, toparlayıb və möhkəmləndirib. İndi o missiyadır bizim üstümüzə düşüb. Toparlamaq və möhkəmləndirmək. Yəni, sən keçmiş ittifaq respublikalarını yenidən hansısa dövlətə birləşdirmək istəyirsən. Və təbii ki, mən sənə şübhə ilə yanaşıram. Və şübhə ilə yanaşmaq da borcumdur. İkinci məsələ, keçən ilin dekabrında Putin NATO-ya və Amerika Birləşmiş Ştatlarına müraciət elədi. Rəsmi. Bura mənim ərazimdir deyir. Bura mənim təsir zonamdır. Bura NATO gəlməməlidir. Söhbət keçmiş ittifaq ərazisindən gedir. Və onlar NATO'ya qəbul olunmamalıdırlar. Qəbul olunmalıdır ki, bura Rusiyanın təsir zonasıdır. Yəni, Yalta 2-ni imzalamaq az qala təklif edir. Sən məməl qolunu niyə bağlamaq istəyirsən? Mən müstəqil dövlətəm. Müttəfiq seçmək. Hansı blokda olmaq? Biz, misal üçün, neytrallığı seçmişik. Ancaq sən bu şəkildə məsələni qoya bilməzsən. Demək istədiyim budur ki, bütün bunlar ona gətirib çıxardır ki, biz də, bizi kimi vəziyyətdə olan dövlətlər də Rusiya şübhə ilə yanaşırıq və yanaşmaqda da haqlıyıq. Ancaq eyni zamanda bunu da deməliyik. Biz son illər öz maraqlarımız üçün Rusiyadan kifayət qədər istifadə eləmişik. O növbəti və bunu da biz bunu deməli yox keçmirəm. Belə yekun olaraq deyirəm ki, biz bunu da mütləq etiraf eləməliyik. Var əlavəniz. Bura qədər demək suala cavab verək. Mövqelərimizdə bir ciddi fərq olduğunu görmədim ən azından. Bu 20-ci ilə qədərki olan dövrdə qiymətləndirmədə də mən razıyam ki, Rusiyanın böyük bir təhdid olduğunu və şimaldan bütün Cənubi Qafqaz ölkələrinə, o cümlədən də Azərbaycana həmişə təhdidlərin ola biləcəyini heç kim inkar eləyə bilmir. Və inkar etmək də mümkün deyil, Rusiyanın imperial düşüncə tərzini nəzərə alsaq. 20-ci ilə bağlı və ya orada yarımçıq qaldı. Belə bir varsayım var, belə bir kəsim var, insanlar var. Cəmiyyətdə də var yeri gəlmişkən. Bir onu da soruşum da, nəticədə nə oldu? Rusiya Azərbaycanın dostudur, yoxsa düşmənidir? Azərbaycanın, belə deyək də, mənim şəxsi fikrimcə, nə dostudur, nə düşməni birinci növbədə. Amma Azərbaycanın daim oradan gələn təhlükələri nəzərə almalı olan bir dövlətdir. Yəni, təhlükələrin şimaldan gəlməsi ehtimalı çox yüksək. Sizin fikriniz necə? Onda gəlin elə, mən də sorğunu burada yekunlaşdıracağım. Çünki bu sual burada yekunlaşır. Rusiya Azərbaycanın dostudur, yoxsa düşməni? Bu qısa müddət ərzində 100 nəfər bu sorğuda iştirak elədi. Onlardan dostudur deyən 3%, düşmənidir 91%, fikrim yoxdur 6% oldu. Yəni, bu tamaşaçıların bu sualı olan belə deyək, mövqeyidir. Mən növbəti sualı səsləndirəm Natiq bəyə və ardınca o sualında burada sorğusunu başladacaq. 44 günlük müharibədə Rusiyanın rolu nədən ibarət idi? Azərbaycan Rusiyaya rəğmən yoxsa onun yardımı ilə qalib gəldi? Bax, əsas məsələ də cəmiyyətdə, belə deyək də, bəzən fikir ayrılığına səbəb olan, bəzən də çox belə maraqlıdır ki, radikal müxalifət adlandırılan, halbuki mən onları radikal müxalifət, ümumiyyətlə müxalifət adlandırmıram, müxalifətin bir dəsti xətti fikri və düşüncə tərzi olar, proqram sənədləri olar ən azından. Onların yanaşması bu idi ki, sanki bizi Qarabağı bizə hədiyyə verdi Rusiya. Yəni, biz heç nə eləmədik, elə Rusiya gətirdi, 20-ci ildə Ermənistanı cəzalandırmaq istədi, gətirdi bizə hədiyyə şəklində Qarabağı təhvil verdi. Mən bununla kökündən razı deyiləm. Düzdür, 20-ci ildə Azərbaycanın apardığı diplomatik həmlələr və Ermənistanın aqressiv siyasəti, yəni Tovuz hadisələri, bilirsiniz ki, müharibədən 2 ay öncə Tovuz hadisələri baş verdi və bizim generalımız, Allah qəni-qəni rəhmət eləsin, Polad Əşimov həlak oldu və bu çox ciddi bir travma yaratdı cəmiyyətdə də və aqressiv hərəkətləri davam etdikcə Ermənistanın, Azərbaycanın 27 sentyabrda buna cavab olaraq öz ərazisində böyük hərbi əməliyyatlara başlayıb separatizmin kökünü kəsməyə çalışdı.
Hə, burada sual yarana bilər ki, Moskva buna razı olmasaydı və yaxud da mane olsaydı, Azərbaycan bu addımı atardı mı? Açılıb, mənə elə gəlir ki, gələcəkdə bununla bağlı böyük dissertasiya işləri, bir monografiyalar yazılacaq. Mənim şəxsən siyasətçi və vətəndaş olaraq mövqeyim bundan ibarətdir ki, daha doğrusu Azərbaycan zaten başlayacaqdır. Bir var, Rusiya bunun qarşısını kəssin. Bir də var, Rusiya oyunçu olsun. Yəni, moderator rolunda çıxış eləsin. Mənə elə gəlir ki, Rusiya moderator rolunda çıxış etməyə razılıq verdi və bu rolda çıxış etmək istədi. Və bu moderator rolunun ipucları da müharibədən sonra göründü. Nədir söhbət, nədən gedir? Hətta heç uzağa da getməyə. Lukashenko 2 gün bundan öncə belə bir bəyanat da verdi ki, Paşinyanın Praqada Qarabağın Azərbaycan ərazisini tanımaq bəyanatı bizdə fantastik dərəcədə Putinlə məndə təəccüb hissi doğurdu. Bir-birimizə zəyləşdik və dedik ki, bu niyə belə eləyir? Nə gözləyirdiniz ki, belə çıxır ki, Belarus və Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanımırmış da faktiki olaraq. Və 2-ci Qarabağ savaşında Rusiyanın məqsədi var idi. Məqsəd heç də Azərbaycana kömək etmək, Ermənistanı cəzalandırmaq, bu, siz belə deyək də, real politik yox, belə bir poetik hətta bir yanaşmadır. Məqsədi o idi ki, Cənubi Qafqazda bu bölgə, bu münaqişə vasitəsilə uzun illər belə hakimi mütləq olduğunu daha da möhkəmləndirsin. Amma hər iki tərəfdən müəyyən asılları artırmaq şərti ilə. Yəni 5 rayonu Azərbaycanın qaytarılmasına maneçilik törədilməsin. Amma sonradan nə Dağlıq Qarabağ, o keçmiş Dağlıq Qarabağ, nə Şuşa, bununla bağlı Rusiyanın Azərbaycanın belə həmlələr edəcəyini nə gözləyirdilər, nə hesaplamışdılar. Və Şuşa ilə bağlı ümumiyyətlə belə bir yanaşma yox idi. Və bunun da nəticə itibarilə nəyə görə bu konfigurasiya razılıq verdi Rusiya və yaxud da ciddi problem yaratmadı. Hətta yaratmaq istədilər. Mən sizin verilişdə dedim, ayın 8-də raketlərin uçmağını indi Azərbaycan prezidenti də təsdiqlədi. Bununla bağlı da heç bir gizli məqam da yoxdur da. Azərbaycan prezidenti də bunu hətta nömrəsinə qədər Azərbaycan mediası göstərdi. Və helikopter provokasiyası oldu Naxçıvanda. Azərbaycan da bu helikopter provokasiyasından uzaq çıxdı. Yəni dərinə getmədi, qaşımadı məsələni, belə deyək. Dedi, hə, yaxşı, üzr istəyirəm, kompensasiya ödəyirəm. Halbuki, məsələn, Rusiya indi bizim təyyarə ilə bunun tam aksinidir. Sözümün canı odur ki, Qarabağda Putinin və Rusiyanın varsayımı Azərbaycanla Türkiyənin varsayımı ilə üst-üstə düşmədi və burada Azərbaycan və Türkiyə Rusiyanı siyasi olaraq uddu. Yəni, Rusiya istəyirdi ki, Dağlıq Qarabağdakı, o keçmiş Dağlıq Qarabağ ərazisində öz qoşunlarını yerləşdirsin, bunu hələlik 5 illik etsin, sülh məramlı qüvvələr adı altında. Sonradan bunu uzatsın, hətta oradakı baş verən hadisələr də bizi bunu deməyə əsas verir. Çünki orada infrastrukturun qurulması, yeni, belə deyək, hətta kilsədən tutun da məktəbə qədər kazarmaların yaradılması, tikilməsi və s. Və bütün bu infrastruktur onların orada bir hərbi bazaya çevrilmə istəyindən xəbər verirdi. Yəni, Rusiyanın Azərbaycanın qarşısını kəsə bilməyəcəyini və yaxud da kəsmək istəməməsinin səbəbi gələcəkdə orada hərbi bazanın qurulacağı və hərbi bazanın onlar 10 illiklərlə Azərbaycan ərazisində qalacağı varsayımı idi ki, bununla da həm Qarabağ ermənilərini qoruyur və onlar postsovet məkanında ən ruspərəst Qarabağ ermənilər olub həmişə. Bölgə olar. Hətta Abxazlarla Osetinlər onlar qədər ruspərəst olmayıb. Ən belə ruspərəst bölgə. Onlardan istifadə edərək orada ayaqda qalmağa çalışacaqdı. Sadəcə Ukrayna müharibəsi, 22-ci ildə başladığı Rusiyanın işğalçı müharibə, bundan öncə də Azərbaycanın belə deyək də şahmat gedişi ilə müharibədən bir gün öncə qarşılıqlı hücumla bağlı bir məhdudiyyətlər qoya bilən bir bəyannamənin imzalanması Rusiyanın əlini o qədər zəiflətdi və Türkiyə ilə Azərbaycandan o qədər asılı vəziyyətlər yarandı ki, artıq 23-cü ildə, 24-cü ildə baş verən hadisələrin qarşısını kəsə bilmədi. Və Ukrayna müharibəsi olmasaydı, Zaur bəy, mən əminəm ki, Ukrayna müharibəsi olmasaydı, Rusiya Qarabağdan nə çəkilən deyildi, nə sülh məramlarını çəkən deyildi, nə də ümumiyyətlə o bölgəni belə rahatlıqla, dırnaq içində mən deyirəm, rahatlıqla tərk etməzdi. Əziz dostlar, dəyərli izləyicilər, verilişimiz canlı yayımlanır. Ona görə də hamınızdan xahiş edirəm, yayımı mütləq bəyənib paylaşıb, eyni zamanda fikirlərinizi də canlı chat bölümündə yaza bilərsiniz. Buyurun, Abdal mənim sizin fikirlər alın. Natiq bəy, bayaq Lukashenko'nun fikrini dedi. Mən bir başqa qonşu dövlətin rəhbərinin
bir cümlesini okumaq istəyirəm və istəyirəm Natiq bəy ona da münasibət bildirsin. Əgər Prezident Putinin böyük dövlət adamlığı olmasaydı, onun ağıllı qərarları olmasaydı, 2020-ci ildə Azərbaycan və Türkiyə bu uğurlara nail ola bilməzdi. Münasibətiniz necə? Kim deyir bunu? Deyəcəm adını sonra. Erdoğanın sözüdür. Erdoğanın sözü. Erdoğan siyasəti çox onu öyrənmək üçün bir universitet Yox, açmaq bu lazım. hər halda bu hər bir... Nə desin? Yox, Yox, burada ehtiyac yox idi onu tərifləsin. Yox. Var idi. Bilirsiniz niyə var idi? Çünki Türkiyə 40 milyar dollara yaxın Rusiyadan pul qazanır bu dəqiqə. Niyə tərif? Bir cümlə tərifləyir. Bu şərq diplomatik üslubudur. Yəni birisi Natiq bəy, niyə Biz çox üzr istəyirəm də sual verdinizsə icazə verin buna bir cümlə ilə cavab verim. Yenə söz haqqı sizdədir. Türkiyə siyasəti həmişə belə olur və doğru olanı eləyir. Türkiyə siyasəti təyyarəni də vurur, Rusiya təyyarəsini. 2 aydan sonra barışıb ən çox pomidor da satır. Yəni Türkiyə siyasəti belədir. Türkiyə görür ki, Erdoğan çox belə müdrik siyasətçidir. Görür ki, Putinin hər yerdə izolyasiya olunub, hamı bunu dışlayır, hamı bundan belə deyək, xoşu gəlmir, hər yerdə qara canavar kimi göstərilir. Bir tərifli cümlə ilə mən sizə inandırım ki, bəlkə də onlarla kontrakt aldı. Yəni Erdoğanın yanaşması budur. Amma xatırlayın, Şuşa bəyannaməsindən sonra Erdoğan elə Rusiya qoşunlarının oradan çıxarılacağı anonsunu verdi. Yəni bu da Türkiyə siyasətinin çox tərəfli olduğundan xəbər. Niyə mən bunu dedim Natiq bəy? Siz haqlısınız. O adamlar ki deyirlər Rusiya bizə nəyisə verdi, təbii ki çox böyük günah işlədirlər. Ancaq biz gərək Azərbaycan diplomatiyasının böyük zəhmətini də qeyd eləyək. Əlbəttə. 44 günlük müharibə ərəfəsində biz 3 böyük gücə qarşı çıxa bilməzdik. Fransa mövqeyi aydın idi. Hətta müharibənin 4-cü günü Makron bəyanat verdi. Fransa Azərbaycanın Qarabağa girməsini qəbul eləməyəcək. Trump başı seçkiyə qarışmışdı. Ancaq arada mitinqlərdə deyirdi ki, ermənilər şeytanlar kimi vuruşur. Narahat olmayın, biz həll edəcəyik bu məsələni. Ancaq biraz mən güman edirəm ki, neytrallıq göstərdi. İndi biz Rusiyanı qarşımıza alıb bu əks hücumu başlaya bilərdikmi? Mən hesab edirəm ki, çox böyük diplomatik iş aparıldı və Rusiya o iki dövlətdən uzaqlaşdırıldı. Baxsa bir faktor. Qarabağ münaqişəsi olmasaydı uzaqlaşmışdı. Qərblə artıq çat yaranmışdı. Krımdan bəri. 44 günlük müharibə ərəfəsində. Başa düşürəm, amma Krımdan bəri o çat var idi. İndi fikir verin. Deməli, 2020-ci ilin fevralında Rusiya Suriyada 36 Türk əskərini şəhid elədi. Bəli. İdlibdə. Bəli. Və ondan sonra Erdoğan bəyanat verdi. Dedi, Rusiya çəkil yolundan. Fevral ayı. Və Makronu, Merkeli, Putini dəvət elədi. Gəlin Türkiyə müzakirə eləyək bu məsələni. Getmədi. Putin getmədi. Erdoğan gəldi martın 5-də. Yadınızdadır mı? Soçidə görüş oldu. Yox, Moskvada. Liftin qabağından başladılar çəkməyə. Və 2 dəqiqə Erdoğanı qəbul otağının qapısında saxladı. Bizim hamımız alçaltdı o. Bizim hamımız bu nəyə təhqir işarə idi yəni? Yəni sən məndən bərabər kimi danışa bilməzsən. 2 dəqiqə Erdoğan axırı yoruldu. Prezidenti də 2 dəqiqə qəbul otağında saxlayarlar. Özü də çəkir. Əvvəlcədən planlaşdırıblar. Yəni demək istədiyim odur ki, Rusiya 2020-ci ildə o həyasızlığı eləyəcək dərəcədə özünü güclü sayırdı. Və Rusiya rəğmən Rusiyanı əvvəlcədən kənarlaşdırmadan Cənab Prezident ona dedi, müəyyən neytrallıq göstərdilər. Təbii ki, həqiqətən də Rusiya müəyyən dövrə qədər... Düşürəm, amma nəyin müqabilində? 5 rayondan sonra hakim mütləq Rusiya olacaq. Ona gələr, o 5 rayon məsələsinə gələr. Var, mənim sualım var o 5 rayonla. 5 rayonla bağlı mütləq onu da. Demək istədiyim nədir? O dövrdə Rusiya özünü kifayət qədər güclü sayırdı və güclüydü də. Və Azərbaycan diplomatiyasının ən böyük uğuru onda oldu ki, biz Rusiyanı neytrallaşdırdıq. Nəyin müqabilində də? O nəyin müqabilində hələ də bilinmir. Bilinir, niyə? Bu sirdir. O elan olunmadısa bilinmir. Biz ehtimallar deyə bilərik. Ancaq sonra... Ehtimallar nədir, nəyin müqabilində oldu? İcazə verin, mən onu yekunlaşdırım. Və
Şuya qədər Rusiya demək olar ki, oktyabrın sonlarına qədər Rusiya neytral oldu. Hətta Valday'dakı forumda Putin açıq şəkildə dedi. Azərbaycan torpaqları işğal olunub və onlar buna sonsuzluğa qədər dözə bilməzlər. Yəni Azərbaycan haqq qazandırdı. Ondan bir cümlə əvvəl nə dedi? Dedi Ermənistan Qarabağı tanımayıb deyə biz müdaxilə eləyə bilmirik. O təbiidir. Ancaq əsas cümlə buydu. Azərbaycan torpaqları işğal olunub. Demək istədiyim odur ki, ancaq Şuşa məsələsində artıq Rusiyada Amerika ilə Fransa ilə eyni mövqeyə keçdi və biz dayandıq. Baxmayaraq ki, Azərbaycan prezidenti təqribən 25 dəfə dedi ki, bizim məqsədimiz yalnız 7 rayondur. 7 rayonu azad eləməkdir. Biz Qarabağa girmək fikrimiz yoxdur. Harada olub ki elə? 25 Əksinə dedi ki, Şuşasız bu əməliyyat bitmiş Yox, sayılmaz. yox. Oktyabrın 18-də dedi Şuşasız Şuşasız işimiz yarımçıq qalar. Belə bir bəyanatı var. Var, indi fikir verin də. Deməli, oktyabrın 3-ündən... Müharibədən 20 gün qalmışlar bitməyə. Oktyabrın 3-ündən başlayaraq Əl Cəzirə kanalına müsahibə verdi və dalbadan hər dəfə eyni şey dedi. Biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edirik. Qətnamələr nə ilə bağlı idi? Azərbaycanın işğal olunmuş rayonlarının azad olunması. Və dedi ki, əgər bizim tələblərimiz əməl olunmasa, Paşinyan qrafik verməsə ki, bu rayonlardan nə vaxt çıxır, biz axıra qədər gedəcəyik. Sonuncu dəfə Şuşa alınanda noyabrın 8-də Şəhidlər Xiyabanında dedi. Rusiya istəmirdi ki, Azərbaycan Şuşaya girsin. Ona görə oktyabrın sonlarından artıq Ermənistana yardımları artırdı. Eyni zamanda siz dediğiniz addımlar artırdı. Demək istədiyim nədir? Bu da onu göstərdi ki, bu nə dostdur, nə düşmən, ancaq diplomatiya böyük olanda ondan istifadə edib, onu neytrallaşdırıb, Bunda şübhə yoxdur. onu neytrallaşdırıb bu Amma məqsədlərə... sizin dediyinizdə uyğunsuzluq bilirsiniz harada var Abdullah bəy? İlk azad olunan bölgələrdən biri haraydı? Hadrut. Hadrut bəyəm 7 rayona daxil idi. Xeyr. Dağlıq Qarabağ ərazisi sayılırdı. Keçmiş Dağlıq Qarabağ ərazisi sayılırdı. Deməli, Azərbaycan ilk heç vaxt onu deyə bilməzdi ki, bizim məqsədimiz 7 rayondur. Bizim məqsədimiz terrorun, separatizmin kökünü kəsməkdir. Bununla bağlı prezidentin ondan öncəki müsahibələrində onlarla dəfə çıxışı olub, onlarla dəfə. Və Hadrut əməliyyatı Rusiyanı şoka saldı ilk növbədə. Hətta Rusiyadan o zaman Zaxarovanın dili ilə biz orada yaşayan erməni əhalisinin hüquqları ilə bağlı bir komissiya qurmuşuq, araşdırırıq, görək orada nə olacaq, köç necə oldu, nətər oldu. Bütün bunlarla bağlı Hadrut əməliyyatından həmən sonra Rusiyanın bir reaksiyası oldu. O zaman artıq bilin, səhv eləmirəmsə, səhv eləyə bilərəm, oktyabrın səhv eləmirəmsə 8 idi də deyəsən. Ya 7-si idi, ya 8 idi Hadrut əməliyyatı. Yəni oktyabrın əvvəllərinə təsadüf eləyirdi də. Yəni bunun ola bilər indi tarixlərdə, o vaxt o qədər eyfariyadaydık ki, hər gün qələbə xəbərləri bizi çox belə... 7 oktyabr. Bəli, bax görürsünüz, 7 oktyabr. Deməli, ilk azad olunan bölgələrdən biri idi. Qarabağ bölgəsi idi. Şuşada Hadrutda nəzərdə tutulmamışdı. Ancaq Azərbaycan prezidentinin 25 dəfə verdiyi bəyanat var. 25 dəfə. Başa düşürəm, amma siz deyirsiniz ki, Rusiyaya biz söz vermişdik ki... Rusiyaya söz vermişdik. Yox, nə? Yəni biz Qarabağa girməyəcəyik, amma girdik. Yox, Azərbaycan prezidentinin bəyanatları var. Başa düşdüm. BMT Təhlükəsizlik Şurasının qətnamələri orada... Oktyabırda da Hadrut əməliyyatı oldu. Onu necə izah eləyək? Elədik, kənara çıxmalar biz istifadə elədik. Burada sizin məntiqlə Rusiya deməli idi həmin anda ki, bax biz səninlə danışmışdıq sizlə, niyə Hadruta girdiniz, dayandırın. Azərbaycan dayandırmadısa, deməli burada Rusiyaya rəğmən hərəkət eləməyə başladı. Mən demirəm ki, biz Rusiyanı danışmışdıq. Mən deyirəm ki, cənab prezidentin... Rusiya mane olmadı, onu dediniz. Olmadı, olmadı. Amma çünki rayonlar məsələsi var. Bir dəqiqə imkan verin. Yox, buyurun. Sadəcə Demək istədiyim odur ki, olsun. 25 dəfədən artıq dedi ki, biz BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra edirik. Orada həm də yox. Və bir neçə dəfə dedi, qrafik ver rayonları nə vaxt təhvil verirsən, mən dayanım. Azərbaycan prezidenti dedi. Orada təbii ki, Hadrut və Şuşa nəzərdə tutulmamışdı. Biz elədik bunu. Nəyin hesabını elədik? Hər halda elədik. Demək istədiyim odur ki, ancaq cənab prezidentin dəfələrlə dediyi şey var. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi. Başa düşürəm. Və oktyabrdan sonra, xüsusilə biz Şuşanı götürəndən sonra, Hadruta deyək ki, biraz
susqunlu yanaşdılar. Elə kəskin reaksiya verilmədi. Ancaq Şuşa götürüləndən sonra və ondan əvvəlki bir neçə gündə Rusiya aktiv şəkildə ermənilərə kömək elədi. Dayandırmaq üçün. Və biz də noyabrın 8-də... Deməli, Rusiyaya rəğmən biz bunu elədik. Nəyi? Bax, Şuşa əməliyyatını. Təbii də elədik. Biz söhbət Şuşadan gedirsə, elədik əlbəttə ki. O, Rusiyanın istəyinin əleyhinə oldu. Tamamilə doğrudur. Ancaq o 7 rayonu biz Rusiyanı qabağımıza qatıb eləmədik. Rusiyanı neytrallaşdırıb elədik. Yox. Amma sonunda, yəni bir... Şuşa məsələsində razıyam, təbii ki. Çox baxmaq lazımdır məsələlər. Məsələn, Şuşa alınmasaydı, Allah eləməsin də indi. Təsəvvür edin ki, 44 günlük savaşda Şuşa alınmır. Qarabağa heç yerə girə bilmirik. Heç Hadrut da yoxdur. O 7 rayon böyük olurdu. Təbii ki, bu böyük bir qələbə idi. Amma yarımçıq olacaqdı və insanlar çox ciddi, yadınıza gəlir bir qrup marginal insan formalaşmışdı. Hətta o 44 günlük savaşdan sonra hanı Xocalı, hanı Xocavənd, hanı Xankəndi. Təsəvvür edirsiniz. Taksi pulunu verirəm, gedək. Yəni odur, söhbət odur da. Yəni o təsəvvür edin ki, necə algılanacaqdı o məsələlərdə. Yəni insanların yaddaşında necə qalacaq. Deməli, Hadrut məsələsindən başlayaraq, əgər varsayaq ki, Rusiyanın və başqa oyunçuların, Britaniyanın, çünki Britaniyada bəzi belə deyək, BMT-də yardımları oldu Azərbaycana əleyhinə olan bəzi qətnamələrə veto qoymaqla və yaxud da ümumiyyətlə gündəliyə gətirməməklə, belə deyək, bir rolu oldu. Tutalım ki, belə bir danışıq var idisə də belə, Hadrut əməliyyatından sonra qırıldı o. Şuşadan sonra yox. Hadrut əməliyyatından sonra anladılar ki, iki yol var. Ya Ruslar birbaşa müdaxilə eləyir, ordusu ilə, topu ilə, tüfəngi ilə. O zaman da Azərbaycanda Türkiyə ilə üzbəüz qalır, faktiki olaraq Türkiyə ilə üzbəüz qalacaqdır. Ya da axıra qədər diplomatik kanallardan da istifadə etməklə, burada razıyam sizlə bir məsələdə ki, liderlər arası münasibətlərin də önəmli rolu var. Yəni, əgər Putin telefonu götürüb Prezident İlham Əliyevə zəng eləyə bilirsə, İlham Əliyev telefonu götürüb Putinə zəng eləyə bilirsə, hanki indi məsələn Qərb dünyası ilə Putin arasında elə diyaloq darmadağın olub da yoxdur. Bunun önəmi ola bilir. Bunun önəmli cəhətləri ola bilir. Yəni, zəng eləyib nəyisə demək olur, nəyisə israr etmək olur. Amma mənə elə gəlir ki, Hadrut əməliyyatından sonra, əgər elə bir plan var idisə ki, BMT-nin 3 qətnaməsini yerinə yetirib 5 rayon... 4 qətnaməsini yerinə yetirib 5 rayon, orada 7 də deyildi, o qətnamələrdə 5 rayon. Yox, 7 rayon. Yox, 5 rayon idi. Sonradan Kəlbəcərlə bağlı bir olub. Bəli. Kəlbəcərlə bağlı bir olub. Kəlbəcərlə bağlı ayrı bir qətnamə olub. Laçınla bağlı ayrı qətnamə. Ağdam, Füzuli ilə bağlı ayrı qətnamələr olub da 4 dənə qətnamə idi. 7 rayon deyildi orada. 7 rayon haqlı olaraq Azərbaycanın tələbi idi ki, 7 rayon, Qarabağ və 7 rayon işğal altında. Mənə elə gəlir ki, Hadrut əməliyyatından sonra Azərbaycan artıq öz planını işə saldı. Bu, Türkiyə ilə birgə işlənilmiş plan idi. Qabaqcadan düşünülmüşdü. Mən hələ də belə ehtimalım çox böyükdür ki, qabaqcadan düşünülmüşdü. Diplomatik səviyyədə belə fəndlərlə Rusiyanı neytrallaşdıra bildi mi Azərbaycan dövləti? Bəli. Bunu çox böyük uğur adlandırmaq olar. Rusiya birbaşa müdaxilə edə bilmədi və yaxud da etmək istəmədi və yaxud da buna ehtiyac görmədi ki, axırını gözləyək. Axırda görək nə olur? Şuşa alınmırdı, Qarabağ qalırdı ermənilərin arasında, əlində. Azərbaycanın razılığı ilə ora sülh məramlı adı altında qoşun yeridilirdi və salam 10 illərlə həmin bölgə olurdu Azərbaycanın içində bir qara yara. Rusiyanın əlində olan separatist bölgə ətrafında, bilirsiniz də, bax, cəmi 3 il qaldılar da orada. Yəni 4 il qaldılar əslində, amma 3 il intensiv, 23-cü ilin sentyabrına qədər. Mən sizə çox üzr istəyirəm, biraz bir-iki cümlə əlavə deyim, bunu çünki təsəvvürümüz olsun. Bu 3 il ərzində Xankəndi və ətrafında 250-dən çox müəssisə açılmışdı ermənilərin. Və Rus pul işləyirdi. Hətta bir-birlərinə ödənişləri belə Rus kartları vasitəsilə eləyirdilər. Rusiyanın mobil operatorları fəaliyyətə başladı orada. O 250-yə yaxın obyektdə 5000-ə yaxın erməni çalışmağa başladı. Yəni Xankəndi və ətrafında olan ermənilər çalışmağa başladı və Ruslar ona maaş verirdilər. Çünki orada deyilənə görə 1960 nəfər idi kontingentin sayı. Amma bilirsiniz ki, Rus mənbələrində bu var.
500-ə yaxında Rusiyanın müxtəlif dövlət və hökumət nümayəndələri Onlar gəlmişlər ora. sülhməramlı hesab olunur. Hesab olunmurlar. MÇS, Bəli, yəni bəli. Fövqəladə Hallar Nazirliyi, Həkimlər Briqadası, Müəllimlər Briqadası, kilsə xadimləri, kilsə xadimlərinə qədər gətirmişlər ora. Bəli. 500 nəfər də onlar yalırdılar Xankəndində. Onların yeməyi, içməyi, ordunun təchizatı, çünki hər şeyi Moskvadan gətirə bilmirsən axı. Çörək pişirmək lazımdırmı orduya? Bunu Moskvadan gətirməzsən. O boyda insana çörək pişirmək üçün nə lazımdır? Çörək sexi. Nə açıldı? 3 dənə təzə çörək zavodu açıldı Xankəndində. Yəni Rusiya oranı Abxaziya, Osetiya məsələsi kimi özünküləşdirirdi. Nə ermənilərə vermək istəmirdi, nə Azərbaycana qaytarmaq istəmirdi. İndi o ehtimaldır. Ehtimal deyil. Ehtimal deyil. Onların davranışlarının gətirdiyi nəticədir. Davam eləyək. Deməli, əziz dostlar, dəyərli izləyicilər, canlı yayımda izləyirsiniz bizi. YouTube platformasında mən görürəm yazdıqlarınızı və yayımı da bəyənib paylaşmağınızı xahiş edirəm. Hal-hazırda bizi 1300-dən çox insan canlı yayımda izləyir. Növbəti sualım isə Putinin Valday forumunda 5 rayonun qaytarılması ilə bağlı söylədiklərinin nə anlama gəlməsi ilə bağlıdır. Siz mi cavab verirsiniz? Buyurun, buyurun. Yox, Natiq bəy əsaslandırsın. Buyurun, Biraz qısa eləyəncə çünki vaxtımız var. Bir dəfə olmayıb Zaur bəy. Valday forumunda da olub, başqa platformalarda olub. Putin dəfələrlə deyib ki, 5 rayonla bağlı ümumi bir razılaşma var idi. Sadəcə Paşinyan dayanmadı. Paşinyan bunu qəbul etmədi və nəticə etibarilə Azərbaycan öz torpaqlarını azad elədi. Bu əslində dolayısıyla da elə birbaşa da bizim bayaq danışdıqlarımızı təsdiq eləyir ki, Rusiyanın məqsədi heç də Qarabağda separatizmin kökünü kəsmək deyildi. Heç də Qarabağın Azərbaycana qayıtmasını təmin etmək deyildi. Heç də Şuşa əməliyyatının, yəni Şuşanın Azərbaycanın belə ürəyi olduğu bir şəhəri Azərbaycana qaytarılması deyildi. Orada daim alovlanan və Azərbaycanın başının üzərində Damokl qılıncı kimi asılı olan bir qara yara saxlamaq idi ki, onun nəticəsində də Azərbaycana da, Ermənistana da təsirlərini bundan sonra daha çox davam etdirmiş olsun. Yəni o 5 rayon tərcüməsi, onun açması bundan başqa bir şey deyil. Və bundan başqa da dəfələrlə Ermənistan baş nazirini hədəf göstərərək neçə dəfə deyib Putin ki, Dağlıq Qarabağın Azərbaycan ərazisində olduğunu tanıması bizdə təəccüb və təəssüf doğurdu və biz çox belə təəccübləndik bundan və bunu bizdən niyə soruşursunuz? Gedin Ermənistanın baş nazirindən soruşun ki, niyə elədi? Yəni belə faktiki belə çıxır ki, mənlə məsləhətləşmədi. Mənlə məsləhətləşsəydi mən bunu qoymazdım Azərbaycanın tərkib hissəsi kimi tanımağa və nəticə etibarilə inanırsınız ki, bu günə qədər də o Qarabağ məsələsində bəlkə də başqa bir mənzərənin şahidi ola bilərdik. Bəlkə də Paşinyanın o bəyanatı olmasaydı, bəlkə də başqa bir mənzərəni nə edə bilərdilər? Oradakı separatçı, belə deyək də, bandit qurumlarla, hansını ki Rusiya daim bəsləyib, Rusiya onun hakimiyyəti, Vardanyanı kim göndərmişdi Rusiya? Qarabağa hamımız bilirik və niyə göndərmişdi hamımız bilirik. Orada nə edə bilərdi? Hətta elə bir nöqtəyə gəlib çata bilərdi ki, Abxaziyada və Osetiyada eldiyi kimi o qondarma qurumu qeyri rəsmi tanıdığı qurur, rəsmi tanıya bilərdi, onlarla müqavilə imzalaya bilərdi. Onlarla müqavilə imzalaya bilərdi ki, biz sizi qorumaq üçün gəlmişik bura. Azərbaycan da bunun, Ukrayna müharibəsi olmasaydı, bəlkə də bu senaryoda işə düşəcəkdi. Ukrayna müharibəsi bu senaryodan yan keçməyə imkan verdi. Yəni, sonuncu olaraq 5 rayon məsələsini dəfələrlə deməsi, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu Paşinyanın tanıdığını təəccüblə ifadə edən Putin niyyətini açıq şəkildə ortalığa qoyur da, o bölgəni özününküləşdirmək istəyir. Deməli, Natiq bəy, bu 5 rayon söhbəti ki var, bu Madrid prinsiplərdir. 2007-ci ildə bu 3 dövlət Madrid prinsiplərini təklif elədi. Və son variantını da Kazan da olub, ondan qabaq. Bunlar hamısı Madrid prinsipləridir. Onun müxtəlif variantları da ancaq əsas kök Madrid prinsipləridir. Mahiyyəti nədən ibarət idi? 5 rayon qaytarılır, Qarabağda referendum keçirilir və sonra 2 rayon qaytarılır. O da hansı hissələr qaytarılır? Çünki Laçın dəhlizi qalmalıydı və təbiidir ki... Və Kəlbəcərdəki yol da qalmalıydı. Yolla bağlı bir şey yox idi. Var idi, var idi. Yox idi. Çünki dedilər ki... Yox idi, Natiq bəy. Madrid prinsiplərində yox idi. Buyurun, buyurun. Ona görə bu Putinin təklifi deyil. Bu Madrid prinsipləridir ki, bunu bizə Amerika, Fransa və Rusiya birlikdə təqdim edirdi. Və biz uzun illər bu prosesi uzada bildik. Bax, dediyimiz, atılan hər addımın kökündə bilirsiniz nə dayanır?
Azərbaycan diplomatiyasının böyük uğurları. Bunu kim inkar edir? Yox, yəni inkar eləmək yox, qeyd eləməliyik. Yəni biz bundan sonraki atılacaq addımlarda o uğurlarımızın da kökündə ilk növbədə dayanan həmin o diplomatik bacarıqdır. Siz təsəvvür eləyin. 2009-cu ildən 2013-cü ilə qədər 5 il dalbadar 3 prezident birgə bəyanat verdi. Hər il və tələb eləyirdi ki, Madrid prinsipləri əsasında danışıqlar başlansın. Bunların birgə bəyanatları demək olar ki, olmayıb. Sonuncu bəyanat 2020-ci ildə olub. Ancaq hər il bəyanat verib Azərbaycandan tələb eləyirdilər. Və biz uzatdıq. O prosesi uzatdıq. Ermənilər deyir ki, biz uzatdıq. Yox, ermənilər uzatdıq. Fakt, son nəticə göstərdi ki, kim? Demək istədiyim nədir? Bu 5 rayon məsələsi. Putin müxtəlif yerlərdə müxtəlif sözlər danışır. Misal üçün deyir ki, Qarabağ məsələsi nə cür başlayıb, deyir, Sumqayıtda qırğın oldu, elə başladı. Heç biz ona reaksiya verdikmi? Vermədik. Hərçənd ki, dövlət olaraq ciddi etiraz eləyə bilərdik ki, sən nə danışırsan? Biz bəzən müəyyən məqamlarda güzəşt eləməyə üstünlük veririk və sonra da istifadə edirik məqamdan. Ona görə mən hesab edirəm ki, bu 5 rayon məsələsini, Putinin Valdayda, ondan sonra dediklərindən, xüsusilə Praqa deyək ki, razılaşması ilə bağlı dediyi, o Paşinyanı günahlandırmaq cəhdidir. Onun üstə məsuliyyəti yıxmaq. Sən elədin bunu. Qeyd elədim onu. Sən elədin. Yeri gəlmişkən bir məsələni də mən deyim. Bizdən bunun nəşçisi nə soyuq? Özləri bilər. Hə, biz Erməni bilər, yox, Rus bilər. biz yəni onu bəzən çox şişirdirik ki, görsən Putin də belə dedi. Putin çox şeylər deyir və daha günahı kiminsə boynuna yıxmaq istəyir. Ancaq bir şey faktdır ki, 44 günlük müharibədən sonra Rusiya Ermənistanı itirdi. Hələ bilmək olmaz. Bilmək olmaz. Heç bilmək olmaz. Bir dəqiqə dayan, bir dəqiqə dayan. Heç bilmək olmaz. Yəni, dünyada möcüzələr də olur, ancaq aydındır ki, o şeylərdən sonra geri qayıtmaq çox çətindir. Və bir məsələni də deyim, yekunlaşdırım. Buyurun. Azərbaycan sülh məramlarının mandatını imzalamadı. Azərbaycan qəti dayandı. Sülh məramlar mandatı Ermənistan razılaşdı, Azərbaycan qəbul eləmədi. Dəfələrlə dedilər. Amma 10 noyabr sazişinə uyğun olaraq gəldilər. Hə, yəni mandat kimi Başa düşürəm, amma mandat onu kimi imzalamışdı. ancaq onlar planlaşdırdılar ki, daha geniş şəkildə səlahiyyətlərin göstərildiyi bir mandat imzalansın. Azərbaycan imzalamadı və Ermənistan dəfələrlə istədi ki, daimi qalsın Rusiya. Azərbaycan qoymadı. Əlbəttə. Və bunların hamısı mən hesab edirəm ki, çox böyük hadisələrdir. Deməli, Rusiya rəğmən elədikdə bunu. Məsələ aydın məsələ. İndi biz Sizin etirazınız var idi o Rusiya rəğmən sözünə. 44 günlük yox, 44 günlük müharibədə Rusiya rəğmən biz yalnız Şuşanı və Hadrotu götürdük. Ancaq Rusiyanı biz qarşımıza almadıq ki, Rusiya istəməsə də mən Rusiyanı basıb keçərəm, mümkün deyil elə şey. Rusiyanın onu neytral... 23-cü ildə oldu. Yox, bir dəqiqə. 23-cü ildə... Onu da danışarıq. İndi onu danışacağıq. Onu da demək istədiyim odur ki, Şuşa ilə bağlı, Rusiyanı istəmədən biz Şuşanı götürdük, Hadrotu götürdük. Amma Hadrotu əməliyyatı 7-sində olub, onu xatırlayın. Hadrotu o qədər ciddiyə almadılar. Ancaq Şuşada... Necə ciddi almamaq olar ki onu? Və Zakharovun çıxışı yanımızda deyil. Rusiyanın harası ağrıyır ki, xırda bir kiçik bir ərazini gör. Ancaq Şuşada elədiyi hadisələr... Bilirəm, gördünüzmü? Şuşa çox ciddi bir strateji... Ondan əvvəl də çox güclü şəkildə silahlandırmağa başladı erməniləri. Hətta Moskvada etiraz aksiyası təşkil elədilər Ruslar. Hadrutdan başqa. Demək istədiyim odur ki, sizlə mənim razılaşmadığım məqam yalnız ondan ibarətdir ki, biz əks hücumu Rusiyanı neytrallaşdırıb başladıq. Əlbəttə, biz onu heç vaxt bunu mən başladım. O Aktyorun əməliyyatı 23-cü il sentyabrın 20-si tarixi. Ancaq bir iki məsələ də var, indi biz ötürməyək. Baxın, monitor 10 noyabrda Azərbaycan prezidenti nə dedi? Sülh məramlı qüvvə kimi Türkiyə və Rusiya birlikdə bu işi aparmalıdırlar. Putin sustu. Putin sustu. Başa düşdüm. Niyə sustu sizcə? Reaksiya vermədi. Bilmirəm, mən bilmirəm, ürəyinə girməmişəm. Mən sizə deyim də, siz iqtisadiyyatı kənara qoyursunuz deyə, onu görmürsünüz. Yox, iqtisadiyyatı kənara qoymaq mümkün deyil. Nədir ki o iqtisadiyyat? Rusiya ilə Türkiyə iqtisadi münasibətlərini və Rusiyanın Türkiyədən asıllığının ilbəil nə qədər artdığını kənara qoymaq mümkün deyil. Bugün Rusiya qazını sata biləcəyi yeganə marşrut Türk axınıdır. Bundan başqa Rusiyanın Türkiyə üzərindən etdiyi ticarətin həcmi
bir tək elə kənd təsərrüfatı və digər aqrar sektoru götürsək 46 Patin milyar də sonra dollar alınmadı. ki, Məsələ bundadır ki. Alındı. Alınmadı. Elə məsələ bundadır nə ki. alınmadı yəni? Sülməramlıq alınmadı. Ha, sülməramlıq Türkiyə alınmadı almadılar. və yaxşı elədilər. Ancaq susmuş əvvəl Putin. Amma bunu 10 noyabrda sustu. başa düşdüm amma Niyə? Mən də sizə deyirəm də. Azərbaycan prezidenti məsələni qoydu ki, Monitoring bir monitoring yox. Sülməramlıq qüvvə kimi Türkiyə ilə Rusiya birlikdə orada olmalıydılar. yox, monitoring mərkəzinin yaradılması yox, o son, o başqa məsələdir. İndi mən sizə deyim. Putin sustu. Prezident mövqeyini ortaya qoydu. Ancaq sonradan götür qoy elədilər. Əvvəl Peskov dedi ki, belə bir şey bəyanatda yoxdur. Sonra Putin dedi ki, mən Erdoğanla danışdım. Onu razı saldım. Mən birgə monitoring qrupu yaradıldı. Yox, monitoring bəyanatda var. Ancaq birgə sülhməramlı kimi birgə işləmək. Putin dedi ki, birgə sülhməramlı olmayıb baxın. Gecə saat 9 saat neçə? 2 idi gecə saat 2 idi də biz canlı yayımda 12-dən sonra idi ki, imzalanmalar oldu. Üzr istəyirəm. 17 noyabr Putinin müsahibəsi var. Okey, 17 noyabr amma Azərbaycan istəyirdi ki, biz birlikdə sülhməramlıq bilər və haqlı da olar Azərbaycan. Deyirəm ki, Azərbaycan dedi, o sustu. Başa düşürəm amma ancaq sonradan dedi ki, mən Erdoğan'ı razı saldım. 9-unda gecə saatlarında o qədər hazırlıq tamamlanmışdı ki, Rusların hazırlığı. Bir neçə variantda, hətta daha pis variantda da Azərbaycana girmək istəyə bilərdilər. Onlar elə hazır idilər ki, imzalanma mərasimindən 4 saat sonra, cəmi 4 saat sonra ilk kolon Xankəndinə girdi. Aydın mən demək istədiyim odur ki, sülhməramlı kimi Türkiyənin iştirakına imkan vermədilər. Erdoğan'la danışdı, onu razı saldı. 17 noyabr müsahibəsi. Başa düşdüm. İkinci məsələ, monitoring mərkəzi niyə işləmədi? O işləyə də bilməzdi zaten. Niyə? İşləyə bilməzdi. Çünki Türkiyə ilə Rusiyanın oradakı belə deyək də motivləri fərqli idi. Motiv məsələsi deyil, bax fikir verin. Motivləri fərqli idi. Açılış mərasimində Türkiyənin Müdafiə Nazirinin müavini çıxış elədi. Dedi ki, bizim işimiz pozuntuları müşahidə eləmək və qeydə almaq və tədbir görməkdir. Və tədbir görmək. Rusiya dedi ki, nə tədbir görəsik ki biz? Biz yalnız müşahidə edirik və qeydə alırıq. Rusiya imkan vermədi monitoring mərkəzi işləsin. Təsdiqləyirsiniz də mənim dediklərimi. Yox, məsələ bundadır ki, Türkiyədə hesablaşdı. Mən onu sizə demək istəyirəm ki... Amma Ağdam ətrafında da o məşhur video var ya, bizimkilər Rus sülhməramlarını itələyir belə aşağı. O Ağdam ətrafında o yüksəklikdən Rus sülhməramlarını bizimkilər, bizim əskər döşününlə itəliyə aşağı salması da həm də ona görə baş verdi ki, 11 kilometr o tərəfdə Türkiyə ordusunun nümayəndələri var idi. Ancaq fikir verin. O da var. Monitoring mərkəzi işləmədi, heç bir iş görmədi. Onlar üçün şərait yaratdıq, oturdular nə qədər. Nerede oynayırlar deyirlər. Ancaq dəfələrlə bu Moskvada müzakirə olundu, Türkiyədə müzakirə olundu və hər iki tərəf dedi ki, monitoring mərkəzi çox gözəl işləyir. Türkiyədə razıdır, hətta Erdoğan da bəyanat verdi ki, monitoring mərkəzi çox. Demək istədiyim nədir? Bəzi şeyləri biz Rusiya ilə əğmən eləyə bilmirik, hətta Türkiyədə eləyə bilmirik. Başa düşürəm, demək ki, hər şey elədik. Deyirəm, Rusiya ilə əğmən bəzi addımlarını atmağı Azərbaycan bacardı. Və bu da Azərbaycanın Türkiyə ilə qurduğu ittifaqın nəticəsi. Bax, indi keçək sizin rəğmən dediyiniz o biri məsələ. Bəli, dostlar, dəyərli izləyicilər, biz canlı yayımdayıq və mənim üçün də çox rahatdır hər ikinizlə. Bu debat çox özümə də xoş gəlir, siz dinləyirəm. Yəni, adətən debatlarda dava şükür ona deyirsən, xahiş edirəm, deyən buna deyirsən, xahiş edirəm. Sizdə şükür Allah bu yoxdur. Əziz dostlar, siz də yayımı bəyənin. Qarabağın terror əməliyyatı zamanı Rusiya bizə qarşı çıxmağa çalışdı, yoxsa yanımızda oldu? Çıxmağa çalışdı. Çalışdı. Bir mənalı şəkildə çalışdı. Sadəcə artıq geosiyasi konjunktur dəyişmiş. Xatırlayın da, sentyabr ayı 23-cü il. Nə baş vermişdi həmin zaman Rusiya-Ukrayna cəbhəsində? Xerson əməliyyatı, Xarkov ətrafında Rusların qovulması. Yox. 23-cü ildə. Bilirəm də, yəni onlar... 23-cü ildə Rusiya, Ukrayna təqribən 150 kilometr qabağa getdi, sonra qayıtdı. Başa düşürəm, amma həmin dövr idi. Xerson ancaq ki 23-cü ilin sentyabrından noyabra qədər. Bəli, yəni həmin dövrdə Rusiyanın artıq dünya mətbuatı, düz dünya mətbuatı yanıldı, üzr istəyirəm. Onu qaldırsaz yuxarı. Dünya mətbuatı da yanıldı yeri gəlmişkən. Orada da qeyd edirdilər ki, dünya mətbuatı həmin 23-cü ildə deyirlər ki, bu gün sabah Rusiya məhv olacaq, təslim olacaq, amma olmadı. Amma həmin dövrə təsadüf elədi. Və Azərbaycana mane olmaq cəhdləri oldu.
Yəni Azərbaycan mətbuatında da getdi, bu açıq mənbələrdə də oldu, başqa da diplomatik danışıqlarda da oldu. Bizimkilər ruslara dedilər ki, üzü sulu çıxmaq istəyirsinizsə, səhv atəş olduğunu qəbul edin. Güya dumana düşüb maşın, 5 nəfərlik maşın, İvan Kovgan. Bizə qarşı döyüşərkən Erməni mənbələri bu haqda yazdı. Azərbaycan, məsələn, işimizin gərəyi də məcburuq bütün mənbələri araşdıraq. Erməni mənbələri bu haqda yazdı. Bəzi rus kanalları da o Pegov var idi, o məşhur, vicdansız. Bax, o da yazdı ki, Erməni ordusunun nümayəndələrini Azərbaycan tərəfi dəfələrlə bəyanat verir. Bunu biz göydən düşmədi ki, sentyabr əməliyyatı. Azərbaycan Milli Ordusu, Müdafiə Nazirliyinin 8 bəyanatı oldu ondan öncə Rus sülh məramlarını günahlandıran. Xatırlayın, kadrlar göstərdi ki, erməniləri qabağına salıb aparır, qoruyur, mövqelər, bu rəsmi məlumatdır. Yəni, bu hansısa medianın yazdığı, çizdiyi deyildi. Yəni, buna qədər 8-9 bəyanat olmuşdu sülh məramlarının, belə xəbərdarlıqlar da olmuşdu ki, etməyin. Və həm Pegovgilin dəstəsi, həm ermənilərin yazdığı məlumat bundan ibarət idi ki, həmin bu İvan Kovgan, hansı ki sülh məramlarının komandir mavini idi, o 5 nəfərlə, çox olublar əslində, amma həlak olan 5 nəfər oldu həmin anda. Bir neçə böyük bir dəstə ilə, Rus sülh məramları ilə erməni silahlı terror təşkilatları, terror dəstələrini qorumaqla məşğul olub, qoruma atəşi açıb. Qoruma atəş açıb onların başqa mövqelərə çəkilməsinə köməklik etməyə çalışıb. Və Azərbaycan ordusu da ən yaxşı bacardığı işi elədi. Yəni düşməni, belə deyək, milləti pasportu olmur, düşmən düşməndir. Onu məhv elədi, düşməni məhv elədi və bundan sonra Rus sülh məramları anlayanda ki, artıq müqavimət göstərməyin mənası olmayacaq. Çünki eyni anda Xocalı aeroportundakı onların bazasının, onun da kadrları var. İstəsəniz tapıb baxa bilərsiniz. Azərbaycan ordusu çağırış eləyir. Onlar çıxmayanda xəbərdarlığa atəş açılır. 2 nəfər də orada deyilənə görə yaralanıb Rus sülh məramlarından. Ondan sonra onlar Rusca söyüş söyə-söyə özləri çəkiblər videonu da. Söyüş söyə-söyə çıxırlar ki, indi Azərbaycanlılar bizi burada məhv eləyəcək. Çıxırlar oradan və Azərbaycan ordusu Xocalıya girir. Yəni, sentyabrın 20-sində, 21-də Azərbaycan ordusu Xocalıdakı həmin o Rus sülh məramlarının operativ qərargahını ələ keçirilməsəydi və onların, belə deyək, dişimizi göstərməsəydi, bəlkə də onlar tamam başqa cür davrana bilərdilər. Amma davrana bilmədilər, həm də ona görə ki, Ukraynada vəziyyət pis idi, həm də ona görə ki, Azərbaycanla Türkiyənin Şuşa bəyannaməsi artıq fəaliyyətdə idi, həm də ona görə ki, Azərbaycanla münasibətlərin kəskinləşməsi Rusiyanın çox böyük itkilərinə səbəb ola bilərdi. Söhbət iqtisadi və siyasi itkilərdən gedir. Çünki Azərbaycan nadir ölkələrdəndir, günü bugün də nadir ölkələrdəndir ki, Putin səfər eləyə bilir. Putin hansısa bir münasibətlərin normal getdiyini heç olmasa bəyan edə bilir. Çox az sayılı ölkələr qalıb. Yəni bunlara rəğmən Rus sülh məramları ilə bağlı məsələ Moskva çox götür-qoy etdikdən sonra anladı ki, müqavimətin mənası yoxdur və Azərbaycana qarşı hansısa bir addımların atılması sonradan çox böyük problemlərə gətirib çıxara bilər. Elə Türkiyə ilə də problemlərə gətirib çıxara bilər. Ona görə də geri çəkilməklə bağlı qərar verildi və sonradan da 24-cü ildə tariximizin bəlkə də ən yaxşı günlərindən biri kimi qeyd olunacaq. 24-cü ildə Rus sülh məramları Azərbaycanı tərk elədilər. Deməli, Natiq bəy, burada da bizim aramızda fikir ayrılığı var. O antiterror əməliyyatına qədərki dövr. BMT Təhlükəsizlik Şurasında bir neçə dəfə Laçın dəhlizi ilə bağlı məsələ müzakirə olundu, Qarabağda məsələ müzakirə olundu və heç birində qərar qəbul olunmadı. Əsas qarşısını alan Rusiya oldu. Qətnamə qəbul olmasına imkan vermədi. Müxtəlif bəhanələrlə, hər halda müzakirələrdə də Yaşar Əliyevlə Rusiya nümayəndəsinin mövqeləri demək olar ki, üst-üstə düşürdü. Bu nəyi sübut eləyir? Bu onu sübut eləyir ki, biz Rusiyanı ayırmışdıq. Biz Rusiyanın bəzi həlledici məqamlarda yanımıza çəkə bilirik. Antiterror əməliyyatı məsələsi, bax fikir verin. Sentyabr ayının 19-unda başladı. Ancaq kəşfiyyat məlumatları əvvəlcədən var idi ki, Azərbaycan belə bir şey hazırlaşır. Sentyabrın 15-də Senatda dinləmələr oldu. Və Dövlət Departamentinin rəsmisi
dövlət katibinin Onları bilirəm. bir dəqiqə dayanın. Ciddi məsələlərdir bunlar. Siz Başa ola düşürəm, orada Rus əskəri vardı, siz- Amerikan əskəri yox idi. Yox, bir dəqiqə dayanın. Nə oldu ki onda? Yaxşı deyin. Deyirəm, Rus əskəri idi də orada. Bir dəqiqə dayanın. Ne deyirsiniz ki, onları bilirəm. Nəyi? Yəni orada dinləmələr oldu Orada nə konqresdə. dedi? Nə dedi? Konqresdə də Dağlıq Qarabağ əhalisinin qorunması ilə bağlı hansısa bir qərarların qəbul olunması ilə bağlı tapşırıqlar verildi. Yuri kim? Dövlət Bəli, katibinin bəli. mavini dedi ki, Azərbaycanın Qarabağ xalqına qarşı zor tətbiq etməsinə imkan verməyəcək. Bəli. Yəni antiterror əməliyyatına Bəli, imkan bəli, bəli. verilməyəcək. Fransa'nın mövqeyi aydın. Aha. Sentyabrın 18-də Türkiyədə görüş oldu. Bəli. Rusiya da orada dəvət elədilər ki, bəlkə Rusiyanın da yanlarını alsınlar və bu antiterror əməliyyatının qarşısını alsınlar. Politico nəşri yazdı. Ancaq Rusiya onların yanında olmadı. Bilirik bunu dəqiq. Politico nəşri yazdı. İndi siz sərdən ehtimalları Yox, başa fakt kimi düşürəm. Yəni bunu deyirsiniz. dəqiq Politico nəşri kifayət qədər Bilirəm. Yəni onu bunu- təksib eləyən olmadı. Başa düşürəm. İndi bu onu demək istəyir. Yəni bu ona gətirdi, çıxartdı ki, qapını açdı ki, gəlin Xankəndinə. Qapını açmağına ehtiyac yox idi ki, 1960 nəfər elə böyük qüvvə deyildi düşürəm. və dayana bilməzdi. Ancaq əvvəlcədən Rusiya rəhbərliyi ilə antiterror əməliyyatı məsələsi razılaşdırılmışdı. Rusiya bizə qarşı gedə bilməzdi. Müdafiə Nazirliyi sizcə onda niyə 8-9 bəyanat verdi son 3 Biz ayda? çox bəyanatlar verdik. Yox, bəs Rus söz məramları ilə bağlı sizcə niyə? Biz yenə deyirəm. Bu rəsmi mövqeyidir Bu də. siyasətdir. Başa düşürəm, amma bu hərbiçilərin rəsmi mövqeyidir. Bəzən yenə də deyirəm, bəzən sənə yaxın olan qüvvənin də əleyhinə bəyanatlar verərsən ki, 9 dəfə. kimsə onu mənim yanımda saymasın. 9 dəfə. Elə bir fikir verin də. Rusiya bizə qarşı birinci dura bilməzdi. Dayana bilməzdi. İkinci dayanma onun xeyrinə deyildi. Ona görə biz deyək ki, Rusiya bizə müqavimət göstərdi. sual vermək. Elə bir Rusiya rəhbərliyinin elə bir fikri ola bilməz daha. Bəlkə dediklərinizi təksib edirəm, hörmətli Abdal bəy. Deyirsiniz ki, biz hamımız o qərara gəldik ki, ortaq bir fikrə, Rusiya ora çıxmaq üçün gəlməmişdi, düzdürmü? Onu biz bilmirik. Yox da. Onu elə Hacı bəy, onu siz bizim bax- müzakirələrdə mən indi sizə- gəldik də o qərara. Mən indi sizə Politico nəşrindən danışıram. Başa düşdüm. Siz onu şübhə altına alırsınız. Ancaq ehtimalları... ehtimalı demirəm. Yox, Rusiya ora mən bilmirəm. Ora Ancaq 3 illik gəlmişdi. bilmirəm. Bilmirəm. Yəni bu Bilmirəm, onu hardan biz bilə bilərik? qoyduğu investisiyalardan ən azı 160 milyar Latif bəy, rubla yenə də yaxın deyirəm. investisiya qoymuşdu Qarabağa. Niyə? O ehtimallardan ancaq. İhtimal deyil, bu fikir- faktdır, bu rəqəmdir. Fikir verin, ey Latif bəy. Və niyə qoyurdu ki, dəli zatdır? Və niyə kazarma Yox, bir tikirdi? dəqiqə dayanın. Daim qalmayacaq. Bir dəqiqə dayanın da. Bəli. Əgər biz şeydən danışırıq. Mən də o düşüncədəyəm ki, ola bilsin ki, çıxmaq fikri yox idi. Bəlkə də daha çox qalmaq istəyirdi. Bəli. Ancaq söhbət antiterror əməliyyatından gedirsə, Amma sonra fikrini dəyişdi. fikrini dəyişdirdik bəlkə də. Bəlkə də şərait onun fikrini dəyişdirdi. Demək istədiyim odur ki, biz antiterror əməliyyatını Rusiyanı qarşımıza alıb eləmədik. Rusiyada qarşımızda duracaq güc yox idi. Ancaq yenə də bizim diplomatiyamız işlədi və Rusiya ilə zəruri iş apardıq. Onlar da başa düşdülər ki, Və iki toqquşmanı necə izah eləyirsiniz? bu məsələdə lokal toqquşmalar idi. Orada yəni Rusiya bizə qarşı müharibə mi eləmək istəyirdi ki? Bax, Azərbaycan tərəfi, hətta ruslar tələb elədilər, sonra tələbini geri çəkdilər. Orada bizim mediada gedən məlumatda Qiyas Abbasov adlı bizim bir zabitimiz, onu günahlandırmaq istədilər ruslar. Hətta dedilər cəzalandırın. Sonra Azərbaycan heç onu nə cəzalandırdı, hətta mən bildiyim qədərilə rütbəsi də artırıldı, vəzifəsi də artırıldı. Yəni bu ruslar əgər orada Rusiya bizə qarşı durmaq istədi. haqq yox. Antiterror əməliyyata mane olmaq istədi mi? Ən azından antiterror əməliyyatının əvvəlində hansı ki Mane həmin olmaq gün istədi. həmin o dəstə erməni separatçılarının qorunması ilə bağlı atəş açdığı və bu yolda hansı addımlar atdığı ilə bağlı erməni tərəfinin özünün məlumatları var. Yox, Rusiya bizim qarşı getmək istədi antiterror əməliyyatını. Demirəm qarşı getmək istədi, Belə amma bir- qarşı getməyə gücü çatmadı, belə deyək. Öyle Hə. gücü də çatmazdı, xeyrinə də olmazdı. Ancaq Amma indi də xeyrin olmadı. Ancaq, İndi də Azərbaycandan qovuldu. ancaq getdi. iş apardıq. İndi getmək məcburiyyətində qaldı. Ha, bəs salam da Getmək deməli marağına məcburiyyətində. uyğun deyildi. Hə, də. demək istədiyim odur ki, Antiterror üzr istəyirəm amma biz yəni əsas- Qarabağ məsələsini qoyaq bir qədər 44 günlük. Ha. Orada müxtəlif nüanslar var amma antiterror əməliyyatı Rusiyanın marağına heç deyildi. Bilirsiniz niyə? Ha. Qarabağda ictimai Ermənistanda ictimai rəyi tamamilə itirdi. Anti-Rusiya dalğasının ən böyük dalğa 20-ci ildə belə yaranmamışdı.
23-cü ildə yalandı Ermənistandakı. Siz bizim təhlükəsizlik çətirimiz idiniz, sülhməramlılar idiniz, bizi qorumalı idiniz. Bu Rusiyaya heç sərf eləmirdi. Mən inana bilmirəm ki, bu qədər ağılsızlıq olmazdı Rusiya tərəfindən ki, bacarsaydı qorumağı, bacarsaydı qalmağı. Heç vaxt Bacarmadı. Deməli, bacarmadı. Bacarmadı. Ancaq yenə demək istədiyim budur ki, yuxarıdan kimsə komanda vermədi ki, Azərbaycana qarşı çıxın. İndi kimsə, hansısa əskər başa düşmədi, neynədi? Rusiya Azərbaycana qarşı gedə bilməzdi. Ancaq kim deyir ki, onun geri qayıtmaq fikirləri yoxdur? İnşallah ki, olmaz. Hayır, onu, yəni biz buna hazır olmalıyıq. Biz buna hazır olmalıyıq. Ancaq antiterror əməliyyatı ərəfəsində diplomatiyamız çox böyük iş apardı. Əlbəttə, burada Çox böyük iş apardı şübhə yoxdur. və ona görə də bizim xüsusilə 22-ci ildə imzaladığımız müttəfiqlik birgə fəaliyyəti haqqında bəyannamə də müsbət istəyir. Baxmayaraq ki, təsdiq olunmayıb, heç qüvvəyə də minməyib. Demək istədiyimiz ki, burada biz heç vaxt böyük güclərin hamısını qarşımıza alıb Heç kim onu qılıncı götürüb getməmişik. Həmişə Əlbəttə. hər şeyi nəzərə Əlbəttə. almışıq və yenə də mütləq biz başqa şeylərdən danışanda o diplomatik fəaliyyəti yaddan Əlbəttə, amma çıxartmamalıyıq. bir şey də deyək də, hörmətli oponentim, mən bir çox şeylərdə, mən düşünürdüm ki, çox şeydə fikirlərimiz fərqli olacaq bu məsələdə. Detallarda belə deyə fərq var. Amma mən nəyin əleyhinəyəm də? Mən cəmiyyətimizdə belə bir fikrinin yayılmasının qəti əleyhinəyəm ki, Azərbaycan nə uğur qazanırsa özünə görə qazanır. Azərbaycana nə isə hədiyyə verirlər, nə isə pulla alır, nə isə danır. Bax, Lukashenko yenə o söhbəti atıb ortalığa ki, Azərbaycan pulla Qarabağ almaq istəyirdi. Sarkisyan İnvestisiya deyir bu. 5 milyard güya Azərbaycan pul verirdi. Sarkisyan da güya yekə-yekə deyib ki, mən 6 verirəm, Qarabağı mənə versinlər. Yəni bu dərəcə. Lukashenko, sən neyvə lazımdır bu söhbəti açırsan? Azərbaycan şəhid verdi, qan tökdü, torpaq aldı. Latif, bir də sizə o şeyə gedək. Bizim aramızdakı ən ciddi fikir ayrılığı bu Ukrayna məsələsi. Zelenski Əliyev görüşündən bağlıdır. Burada həqiqətən fikir ayrılığı. Mən bu cümləni tamamlayayım, çünki mənim üçün ağrılı yerdir. Mən istəyirəm ki, bizim cəmiyyət özünü aşağılamasın. Bizim cəmiyyətdə bir özgüvən olsun ki, qardaş, mən vuruşdum, mən aldım, mənim əskərim aldı, mənim şəhidim aldı, mənim qazim aldı o torpağı. Biz az qala 4000-ə yaxın şəhid verdik, bizim yaralılarımız var. Biz bunların hamısını deməliyik və deyirik də. Bu, ancaq bunu qədər də bizim böyük diplomatik fəaliyyət. Başa düşürəm, demək istəyirəm ki, biz elə bir təəssürat yaranmamalıdır ki, o şəhidlərimizin, o qazilərimizin əziyyəti olmasaydı belə də Qarabağı biz 5 rayonu, 3 rayonu alacaqdıq. Mümkün deyildi, heç vaxtda ola bilməzdi. Mən cəmiyyətdə bu fikri yayanlara, o marginal qruplara qarşıyam. Bu, xalqımızın özgüvənini zədələmək üçündür. Bu, insanların özgüvəni olmasa, sabah seçkiyə də getməyəcək. Sabah seçki yolu ilə ölkədəki dəyişikliklərə də nail olmaq mümkün olmayacaq. Mənim istəyim odur ki, ölkədə vətəndaş olduğunu, xalq olduğunu hiss eləsin, qəhrəman olduğunu, qalib gəldiyini, qalib xalq olduğunu, yaxşı yaşamalı olduğunu, seçkilərdə özünün istədiyi deputatı, özünün istədiyi bələdiyyəni seçməyə hazır oldu. Bu fikir gətirib ona çıxardır ki, Rus bizə Qarabağı verdi. Hələ seçki də zətdə boş şeydir, bizə də hamını təyin edir. Yanlış. Keçək Ukrayna məsələsi. Deməli, mən qeyd eləmək istəyirəm ki, biz artıq verilişin birinci saatına çatmışıq. Ona görə nə qədər qısa cavablar versək, o qədər yaxşı olar. Əliyev, Zelenski görüşü Rusiyaya qarşı birgə mübarizənin başlanğıcı ola bilərdimi və yaxud bilərmi? Azərbaycan-Ukrayna müharibəsi başlayandan bəri ardıcıl olaraq Ukraynanın ərazi bütövlüyünü bütün platformalarda dəstəkləyib, rəsmi rəqəmlərə görə 55 milyon dollara yaxın humanitar yardım göstərib. Mən düşünürəm ki, bu dövlətin birbaşa göstərdiyi humanitar yardımdan başqa şirkətlərin də göstərdiyi yardımlar var. Bunları üst-üstə yıxsaq xeyli bundan bir neçə dəfə artıqdır. İlham Əliyev postsovet məkanında Sandunu çıxsaq, Zelenski ilə səhv eləmirəmsə ya 3 dəfə ya 4 dəfə görüşüb bu müharibə başlayandan bəri. Başqa heç bir lider görüşməyib. Hətta müharibə ərəfəsində səfər eləmiş. Bir neçə həftə qabaq. 2 həftə ya 3 həftə qabaq. Yanvar ayında səfər eləmişdi. Yəni, Azərbaycanın mövqeyi həddindən artıq açıq və şəffafdır. Ukraynanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub və nəticə etibarilə Azərbaycan da Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və humanitar yardım proqramlarında da ən çox dəstək verən ölkələrdən biridir. Xatırlayıram, müharibənin ilk günlərində, 22-ci ilin fevralında, martın əvvəllərində Ukraynada ən populyar loqolardan biri SOCAR-ın loqosu idi. Çünki belə bir xəbər yayıldı ki, SOCAR
hərbi, daha doğrusu təcili yardım maşınlarına, xəstəxanalara dizeli pulsuz paylayıb və 100 min tona yaxın belə bir şey ayırıb, fond ayırıb ki, onları paylayacaq. Yəni Azərbaycanın bu məsələdə həddindən artıq açıq və şəffaf mövqeyi var və yeri gəlmişkən Türkiyənin mövqeyi ilə də aşağı-yuxarı üst-üstə düşür. Çünki hətta Türkiyə Krım platformasında da əsas iştirakçılardan biridir. Halbuki Azərbaycan orada iştirak eləmir, amma ərazi bütövlüyünü dəstəkləyir. Zelenski ilə görüşün konteksti, son görüşün konteksti tekstin özündən daha vacibdir. Yəni kontekst daha vacib idi mənim üçün. Kontekst nədə görünürdü? Rusiya ilə Azərbaycan arasında indi münasibətlərin yumşaq desəm soyumağa başladığını, belə desək daha doğru olar, bir trekini görürük, bir trend başlayıb və hətta son vaxtlarda bu trend getdikcə artır. Rusiya Azərbaycan səfirini dəvət etməsi, orada bir media ilə bağlı hansısa bir xəbərdarlıqların edilməsi, Azərbaycanın mediasında Rusiyaya qarşı haqlı və dəfələrlə biz səsləndirdiyimiz tənqidlərin bir daha səsləndirilməsi, hətta əgər doğrudan da, məsələn, biz Amerikanın USAID təşkilatının Azərbaycanda fəaliyyətini istəmiriksə ki, o bizim daxili işlərimizə qarışır, niyə Rusiyanın hansısa bir qeyri-hökumət təşkilatı Azərbaycanda əlini qolunu sallayıb normal işləməlidir? Niyə? Yəni, bunların fərqi nədir ki bizim üçün? Eyni şey, əgər o Amerika maraqlarına xidmət edirsə, bu da Rusiya maraqlarına xidmət edir. Başqa bunun nə fərqi ola bilər? Bu trenddə, təyyarə qəzasından sonraki trenddə Azərbaycan prezidenti ilə Ukrayna prezidentinin görüşünün konteksti vacib idi. Görüşməyə də bilərdilər də, düzdürmü? Görüşməyə də bilərdilər. Məsələn, Paşinyan da oradaydı, görüşmədi Zelenski ilə. İstəsəydi görüşə bilərdi, bir vaxt ayrılaya bilərdilər. Yaxud da başqa prezidentlər də oradaydılar, Zelenski ilə görüşə. Azərbaycan prezidentinin qarşı tərəfin müraciəti olub, ən azından mətbuatda belə getdi. O müraciətə başqa cür də cavab verə bilərdi ki, telefonla danışarıq, Xarici İşlər Nazirləri görüşsün, danışsın, ehtiyac yoxdur görüşməyə. Amma bilərəkdən görüşdü ki, həm də bu son vaxtlardakı gedən trekdə Rusiyaya bir mesaj olsun. Orada da Zelenskinin açıqlaması, sizin gətirdiyiniz sitat doğrudur. Amma orada da mən başqa cür dedim ki, yəni sitatın özü doğrudur. Zelenski o bəyanatı verən... O açıqlama nə vaxt verilib? Burada Davosdakı açıqlamanı deyirsiniz. O Davosda, görüşdən dərhal sonra açıqlama verilib. Amma, bəli. Amma mən dedim ki, Zaur bəyin verişində dedim ki, belə görüşlərdən sonra qarşı tərəflərin razılığı olmadan mətbuata açıqlamalar verilmir. Hətta Ukrayna Putini orada lap aşağılamaq istəyən bir açıqlama da vermək istəsəydi, Azərbaycan tərəfi buna qarşı olanda bu getmir mətbuata. Hə, Putin haqqında sonra Zelenski onsuz da zaten ağzına gələni danışır da, çıxıb başqa yerdə başqa şeylər deyə bilərdi. O görüş kontekstindən sonra Azərbaycan tərəfinin ciddi bir rəsmi məlumatdan başqa bir şey açıqlamadı, özünüz gördük. Amma Union agentliyi, Ukraynanın rəsmi deməzdim, formal olaraq rəsmi deyil, amma hökumətə yaxın agentlikdir. O agentliyin yaydığı ilkin mətndə həm təyyarə qəzası ilə bağlı Zelenskinin danışdığını və bu kontekstdə Rusiya ilə birgə mübarizə aparmağın yollarının axtarılmasını cənab prezident İlham Əliyevə bildirildi. Belə bir yazı getmişdi. Yəni bu kontekstdə, yəni təyyarə qəzasının fəsadlarının aradan qaldırılması kontekstində. Bu demək deyildi ki, Zelenski bizim prezidentə deməyib ki, sən də qoşun göndər Rusiya ilə burada vuruşaq. Elə deyil. Kontekst burada təyyarə qəzasından sonra Rusiyanın, çünki bilirsiniz də Ukrayna üçün bu biraz fərqli bir nüansdır. Çünki Malayziya təyyarəsi hadisəsi var, Ukrayna səmasında vurulan. Rusiya bugünə qədər də onu etiraf eləmir. Yeri gəlmişkən beynəlxalq məhkəmələrin qərarı var. Düyməyə kim basıb, raketi kim vurub, hamısının adları belə bəllidir. Hamısından sonradan Putin Rusiya milli qəhrəmanı adı verdi və öz ərazisində saxladı. Bu kontekstdə Kiyevə maraqlıdır bu məsələni gündəmə gətirmək ki, gəlin bu kontekstdə Rusiyaya qarşı birgə mübarizə. Azərbaycan mövqeyi sizcə necədir? Təyyarə məsələsində mi? Çox netdir. Yox. Rusiya qarşı birgə mübarizə məsələsi. Bu kontekstdə, yəni təyyarə qəzası kontekstində. Ancaq bütövlükdə bizim Ukrayna ilə birlikdə Rusiyaya qarşı... Müharibə eləsi deyilik təbii ki. Müharibə eləmək, yaxud ümumiyyətlə onu daha aktiv şəkildə dəstək vermək. Mən elə gəlir ki, mən sənin yanındayam demək. Humanitar yardım getdikcə artacaq. Getdikcə artacaq. Mən bunu görmək mümkündür. Hətta
bu danışıqlar zamanı Ukrayna mənbələri dedi ki, Ukrayna tərəfinin bəzi xahişləri olub və bugünkü ilə yeri gəlmişkən bugün Ukrayna mətbuatında belə bir yazı getdi ki, müharibənin qan damarı enerji daşıyıcılardır. Yəni sadə dillə desək, salyarkadır, dizel yanacağıdır. Bəli. Və ona da bir çatışmamazlıq var. Bu Azərbaycanın adı çəkilmir, amma Azərbaycana bir işarə var ki, Azərbaycan bu işi görə bilər. Çünki SOCAR Ukraynada çox böyük şəbəkəyə malik olan nadir şirkətlərdən biridir və yeri gəlmişkən bu günlərdə dünən Azərbaycanın iştirakı ilə qazın yenidən Ukrayna üzərindən Avropaya nəqli məsələsi də gündəmə Orada gəldi. problemlər qalır. Bilirəm, amma yenə gündəmə Rusiya gəldi. ərazisindən keçməyəcək. Rusiya ərazisindən keçməyəcək, müəllim. O qaz heç Azərbaycan qazı da olmayacaq. Yəni Həştərxan olur. Ben indi burada sizə bir şey deyim. Buyurun. Natif bəy. Ayrı-ayrı danışıqlarda iştirak edən tərəflərin görüşdən sonra hansısa fikir söyləməsi razılaşdırılmır. Yox, mətbuata görüş haqqında birgə bəyanat. Birgə bəyanat olmadı. Birgə bəyanat bizim rəsmi şəkildə prezident administrasiyasının verdiyi. Bəli. Başqa şey yoxdur. Yəni orada Rusiya qarşı birgə fəaliyyət məsələsi. Etika qaydaları belədir ki, iki görüşdən sonra bir-birlərinə o mətnləri göstərirlər. Yox. Baxın. Mən belə Əksər görüşlərdən sonra görürsünüz mətbuat konferansında dava düşür aralarında. O başqa Başlayırlar məsələ. mübahisə. O başqa məsələ. Yəni durub mən deyə bilmərəm ki, Zelenski sən bunu deyərsən. Yox. O olsun nə gəldi danışır. Ancaq təbii ki, Zelenski də qarşı tərəfin maraqlarını da düşünməlidir. O bir şey düşünür. Hamını Rusiya qarşı qaldırsın. Ancaq Azərbaycanın mövqeyi aydındır. Biz dövlətlərin ərazi bütövlüyünü dəstəkləyirik. Məsələn. Bizim bu prinsipal yanaşmamızdır. Ancaq kim qalib gələ bilər? Hətta cənab prezidentə sual verdilər, dedi, hələ məlum deyil kim qalib gələ bilər. Və bizim burada tərəf tutmaq fikrimiz də yox. Qalib məlumdur. Yox. Çinlə Amerika qalib gəlib. Fikir verin də, gör nə deyirəm. Nə Rusiya, nə Ukrayna. Demək istədiyim odur ki, burada bizim hesab eləyirəm ki, humanitar yardım göstərdik. Çox cəsarətli addımlar atdıq. Misal üçün Rusiya enerji sistemini sıradan çıxardır. Biz deməli generatorlar Bəli, göndəririk. 30 milyon dollara yaxın. Rusiya da narazılığını bildirdi ki, mən istəyirəm ora yaşanma sala düşsün, ancaq siz generatorlar göndərirsiniz və biz bundan çəkinmədik. Ancaq bizim də gedəcəyimiz müəyyən qədər yer var. Əlbəttə, Onun kimdir ki, artıq biz ora ordu göndərəcək? getmərik və bu gün də Azərbaycan-Rusiya münasibətlərində təbii ki, böhran yaranıb Rusiyanın təqsir ucbatından. Ləngiyirlər, obyektiv mövqe tutmurlar. Üzr istə, təzminat ödə. Sizcə bax Rusiya zəif dövlət, ağılsız dövlət deyil də niyə ciləngiyir? Bax bunun kökü var axı. Bunun səbəbini yəqin ki, araşdırmaq üçün biz sizin ayrıca bir dəfə də debata gələk. Türkiyə faktorudur. Hə, azə fikir verin, Nafiq bəy. Rusiyanın günah ucbatından münasibətlərimizdə böhran yaranıb. Ancaq Azərbaycan düşmənlərinin ən böyük arzusu odur ki, bu böhran biraz da şiddətlənsin. Rusiyanın da əgər düşüncəsi varsa, mən güman edirəm ki, var. Azərbaycanla münasibəti qorumalıdır, çünki Azərbaycanın yanında Türkiyə var. Və Rusiyanın indiki məqamında ona qətiyyən xeyr eləmir. Biz də çalışmalıyıq ki, münasibətlərimizdə yaranan o böhran mümkün qədər düzəlsin. Anti-Rusiya əhval-ruhiyyəsi bizə də ziyan vura bilər. Biz Cəmiyyətdə yoxsa dövlətlər arası münasibətlərdə? hər ikisində. Aha. Hər ikisində. İndi ona bir qısa cavab Çünki baxın, 93-cü ildə, 92-ci ildə Azərbaycan hücuma keçdi. Böyük bir ərazinin Xankəndiyə qədər gedib çıxmışdıq. Nə cür getdik, çıxdıq? Təbii ki, ordumuzun hesabına. Ancaq Gəncədəki diviziya da bizim yanımızdaydı. Rus diviziyası. Hətta yazırlar ki, kisə-kisə pul verirdik. Nə vaxt geri çəkilməyə başladıq? 30 sentyabrda Rusiya ilə Ermənistan müqavilə bağladı, sərhədlərlə bağlı. Və ondan sonra biz bir addım da qabağa gedə bilmədik. 3 Rus diviziyası bizə qarşı müharibə elədi. Demək istədiyim odur ki, Rusiya güclüdür, ayı kimidir. Bunu bilirik də. Yox. Ayıdırlar da, hə, bilirik. Ayısa, bax biz də indiyə qədər ayı ilə çox ağıllı rəftar eləmişik. Çalışmalıyıq ki, münasibətlərimizi çox gərginləşdirməyək. Əsas işi Ruslar görməlidir. Xüsusilə bu təyyarə qəzasından. Görmədilər. Üzr də istəmədi, kompensasiya da vermədi. Mən güman edirəm ki, onlar anlayırlar ki, buna mütləq getməlidir. Bir ay keçir, anlayıb eləmirlər. Mən ümid edirəm ki, başa düşərlər. Hər halda münasibətlərin gərginləşməsi Rusiya nə qədər ziyan vurarsa, bizə biraz da artıq ziyan vurar və biz bunu başa düşdüyümüzə görə biz
Zelenskinin də o cür bəyanatlarının təbii ki, yanında deyilik. Bizim Rusiya qarşı birgə fəaliyyət göstərmə fikrimiz də Bu yoxdur. kontekstdə, təyyarə qəzası kontekstində idi o. Cümlə elə qurulmuşdu Yunyanda. Hə, demək istədiyim odur ki, mən hesab edirəm ki, ötəri bir böhrandır. Azərbaycanla Fundamental bizim fikir ayrılığımız var. Necə ötəri böhran ola bilər? Bizim bax- Rusiya ilə fundamental fikir ayrılığı var. Elə bax, hətta Rusiya Dünyaya tarixdə səfirimiz üzr istəyirəm çağırılıb və Azərbaycan ictimaiyyətində anti-Rusiya mövqeyindən narahat olduğunu bildirir Rusiya. Yəni bu indi deyil axı. fundamental məsələdir. Bu da bax, siz deyən şey məlum məsələdir. Bu təzə yaranmayıb. Mən demirəm Rusiya bir müharibə elan eləyək, Rusiyanın üstünə gedək. Təbii ki, yox. Natiq bəy. Təbii ki, yox. Biz bu təzə yaranmayıb. Bax, mən elə Əlbəttə. əvvəldən də dedim ki, Putin əgər deyirsə ki, keçmiş Rus torpaqlarını toparlayıb möhkəmləndirməliyik, bu bizi narahat eləməlidir. Ancaq biz də öz gücümüzü bilirik, öz çəkimizi bilirik, Türkiyənin yanımızda olduğunu bilirik. Gücümüzü bilib, qarşımızdakı ayının imkanlarını da nəzərə alıb, siyasətimizi indiyə qədər nə cür ki, çox ağıllı qurmuşuq. Bundan sonra da davam Mən sizi elətdirməliyik. anlayıram. Mən sizlə də hətta razıyam o mənada ki, gedib ayının başının üstündən belə də alov yandırıb sifətinə də şillə vurmaq. Yox, biz hamımız bilməliyik ki, bu ötəridir. Rusiya mütləq özünü Ötəri deyil. dəstəkləyəcək. Mən də- O atəş açan da cəzalandırılacaq. Mütləq burada qaçmağa yer yoxdur. Bax, bu tək təyyarə məsələsi deyil də, fundamental fikir ayrılıqları var. Rusiyanın fundamental fikir ayrılığımız Rusiya ilə odur ki, onların baş bilənləri, Duginin dəstəsi, nə bilim ideoloqları. Bu gün nə vaxtdan baş bilən? Yəni, ideoloqdur. Deyirlər də rəvayətdir. Mifti Yəni, düzəldirlər. bütün günü televiziyadadır, o ortadadır. Hansı? Dugin. Dugin. Bütün günü o ortada Bayşaya iqra verilişi var. Arada çıxır. Yox, bu həftədə 2 dəfə. Olsun da başa ekranadır. O böyük də fond verdilər ona qızının ölümündən Başa sonra. düşürəm, ancaq Kreml- bu günü bəzən çox şişirdirlər. Tamam. Az qala Putin gecə gündüz ondan məsləhət alır. Fərqi yoxdur. Putin, Dugin olmasın, başqaları olsun. Onların da dəfələrlə məqalələri də olub, bir yazıları da var ki, biz ayıldıq ki, biz başımız qarışdı. Ukrayna, Amerika, sanksiya. Biz ayıldıq ki, Cənubi Qafqazı itiririk Türkiyəyə. Və burada fundamental kəsişən nöqtə budur. Bunu biz təyyarədən qəzaya görə üzr istəsələr də, kompensasiya ödəsələr də, münasibətlər normallaşsa da, bu qalacaq. Bunu bilmək lazımdır ki, bu fundamental problemdir Rusiya ilə Azərbaycan arasında. Türkiyəyə qarşı olan münasibət Azərbaycana transformasiya olunur. Məsələn, Suriyada mənə də gəlir ki, təyyarə qəzasında Putinin belə mənasızcasına dirənməsinin səbəbləri Suriyadır. Mənə mənasızcasına dirənib ha. Yox, o Suriya. Çünki Suriyada həddindən artıq Çox ağılsız adam olmalısan ki, onunla bunu bağlayır. Anadolu türklərin bir yaxşı sözü var, xarizmanın çizilməsi. Suriyada Putinin xarizmasına çox böyük zərbə dəydi. Çox böyük zərbə, gözlənilməz zərbə dəydi. Və bunu da Türkiyənin etdiyini bütün dünya qəbul edir də, düzdürmü? Türkiyə İranı və Rusiyanı Suriyadan qovdu, faktiki olaraq. Və indi yeni bir Suriya quruculuğu ilə məşğuldur. Bu istər-istəməz Azərbaycana da transformasiya olur. Demirəm, 100% bir nömrəli səbəb budur. Xeyr. Amma bu səbəbləri saysaq, bir 8-10 səbəb artar. Çünki mənasını görmürük də. Putin üçün bəyəm tutalım, bizim təyyarənin qiyməti 36 milyon dollardır da. Onun 12 milyonluq versiyası da var, 36. Tutalım ən bahalısıdır. Dəqiq bilmirəm hansı versiyasıdır. Lap tutalım ən bahalısıdır. 36 milyon dollardır da təyyarə. Hər bir həlak olmuş Azərbaycan vətəndaşına da Allah onlara qəni-qəni rəhmət eləsin. Tutalım lap 100 min dollar, 1 milyon dollar lap versin. Nədir ki bu Rusiya üçün? Puldur bu. Bəli, biz Deməli, söhbət o kompensasiyadan getmir axı. Söhbət daha dərində olan problemlərdən gedir ki, Rusiya da buna görə dirəşib orada, o məsələlərdə. Deməli, mən istəyirəm gələk Rusiya-Ukrayna müharibəsinin nəticələrinin Azərbaycana hansı təsiri ola bilər? Eyni zamanda bilirsiniz ki, artıq Rusiya neftinin qiymətinin də endiriləcəyi ilə bağlı Trumpın vədlərindən biridir. Bunun Azərbaycana hansı təsiri ola bilər? Ümumilikdə bu müharibənin nəticələrinin Azərbaycana nə təsirləri ola bilər? Mən siz başlayın. Bu həqiqətən də çox maraqlı bir məsələdir. Trump bir tərəfdən Putinləşib və ərazi iddialarından çıxış eləyir. Kim güclüdür, istədiyini eləyə bilər. Digər tərəfdən Putinə haqq qazandırır. Deyir ki, Biden anladı Putini. Vəd verib ki, NATO-ya Ukrayna qəbul olunmayacaq, ancaq sözün üstündə durmuyor. Durub da qəbul olunmuyor.
Yox, bütövlükdə bu məsələ gündəlikdən çıxacaq. Hə. Bir tərəfdən haqq qazandırır. O bir tərəfdən hələ qorxu gəlir. Neftin qiymətini salmaqla, rüsumlarla, vergilərlə və s. İndi burada Trump hansı mövqeyini tuta bilər? Məsələni tez bazar həll eləmək istəyirsə, Rusiyanın yanında durmalıdır. Yaxud Rusiya yaxın durmalıdır. Çünki güc ondadır. 125 mindən artıq, 125 min kvadrat kilometrdən artıq ərazi işğal edir. Ukraynanın 20%, bəli. Hətta Zelenski 26% deyir. 26% torpağımız işğal olunub deyir. İndi təsəvvür eləyin. Putinin sülh planı var. Deyir ki, NATO'da üzvlük olmaz, nüvə silahı olmaz, nüvəsiz dövlət olmalıdır, sanksiyalar götürülməlidir, işğal elədiyim ərazilərin yerdə qalan hissəsindəki Ukrayna əskəri var oradan çıxmalıdır, hamısını verməlidir. Sülh planı deyil axı. Hayır, məsələ bu. Ultimatumdur. Siz təsəvvür edin. Buna sülh planı deməzlər. Bu Putinin sülh planı və təkrar deyirlər. Zelenskinin planı budur ki, onun da qələbə planı bundan ibarətdir ki, NATO'ya üzvlük, Rusiya təzyiqlər, raketlərin verilməsi, Tomahawk raketi və s. və ilaxır. Və Kurskda mən o şeyi davam elətdirim. Rusiya ərazilərinin içərilərinə doğru gedim. İndi bu vəziyyətdə Trump nə edə bilər? Putinə nə qədər onun təsir imkanları var? Neftin qiymətini həqiqətən sala bilərmi? OPEC qoşularmı ona? Təkcə Saudiya ilə birlikdə bunu eləyə bilərmi? Yəni, ən azı bunu qısa müddətdə eləməyə qeyri-mümkündür. Ancaq Zelenskini nəyəsə məcbur eləmək olar. Silahını kəsərsə, yardımı kəsərsə məcbur olar. İndi mən ehtiyat edirəm ki, Trump bu asan yolu seçər. Asan yolu seçər və düşünər ki, Rusiyanın tələblərinin əksəriyyətini qəbul edeyim və Zelenskiyə qəbul elətdirim. Yox. Rusiyaya qarşı təzyiq yolunu seçsə, bu təbii ki, bu uzanır. Və bu bizim üçün də təhlükəlidir. Çünki Rusiyanın tələbi aydındır, dünya bölünməlidir. Dünyanı bölmək istəyir və hesab edir ki, bu bizim ərazidə də Rusiyanın təsir zonası olmalıdır və Rusiya hakimə mütləq olmalıdır ki, biz bunu təbii ki, qəbul edə bilmərik. Bax, əgər Trump Putinə güzəştə getsə, o bizim üçün də təhlükəlidir. Güzəştə getməsə, müharibə uzana bilər. O da təhlükədir. O da təhlükədir. O da təhlükədir. Ancaq ən azından biz çox istəyərdik ki, Rusiya bu müharibədən gücdən düşmüş vəziyyətdə çıxsın. Ukraynanın onsu da 1 trilyondan çox zərər dəyib. Rusiya işğal elədiyi ərazilərdə hardasa 13 trilyonluq sərvəti var Ukraynanın. Təsəvvür edin ki, Rusiya ələ keçirdi. Ukrayna onsu da kifayət qədər zərbələr dəydi və bunun da əsas səbəbkarlarından biri onun prezidentidir. Yanlış addımlarla kimlərinsə vədinə inanıb dövləti bu vəziyyətə gətirdi, çıxartdı. Xüsusilə müharibə ərəfəsində Makron gəlmişdi. Cəmi 2 təklif var idi. Cəmi 2 təklif. 1. Rusiya təhlükəsini də unutmamalıyıq. Bizdə internetdə deyəsən problem var. Davam edirik, bəli. Dəyərli izləyicilər, əziz dostlar, internetdə bir donma baş vermişdi. Abdal müəllim fikirləri çatdıra bildi. Son cümlələrini istəyirsiniz təkrar edə bilirsiniz. Deyim, təkrar edeyim. Bəli, son cümlələrinizi, çünki donma olmuşdu. Yəni, demək istədiyim odur ki, son qələbələrimizin kökündə duran böyük diplomatik işi qiymətləndirməliyik, dəyərləndirməliyik, bugünkü durumumuza obyektiv yanaşmağa çalışmalıyıq. Ən əsası bir şey yaddan çıxartmamalıyıq ki, rəhbər zəif olanda dövlətin başına çox böyük bəlalar gəlir ki, biz bunu Ukraynada şahid olduq. Buyurun Natiq bəy, yekun sualınız. Mən qısa onu deyim ki, bu müharibənin qalibi nə Ukrayna deyil, nə Rusiya deyil. Və heç biri də olmayacaq. Rusiya o da torpaq tutdu. Yox, o qalibiyyət deyil ki, onun hədəfi Ukraynanı Belaruslaşdırmaq idi. Yəni, təhlükəni tamamilə aradan qaldırmaq idi. Ukrayna nə qədər kiçik olsa da, tutalım 25%-ni itirdi də, yerdə qalan 75%-i indiki konfigurasiyada Rusiya üçün həmişə düşmən olacaq. Həmişə düşmən olacaq. Bu artıq məğlubiyyətdir də. Sən orada əgər öz hakimiyyəti, öz belə deyək, öz anasını tutub o qədər torpaq, o qədər sərvət ələ keçirdib, ancaq təbiidir, problemlər qalır. Müəllim, Rusiyanın 17,5 milyon kvadrat kilometr ərazisi var.
Orada tutalım ki bir 100 min ərazidə təzədən qazandı. Sonra 113 trilyonluq sərvət. Rusiyanın bütün o rəqəm yoxdur. Rusiyanın sərvətlərini hesablayacaq Bəli. rəqəm yoxdur dünyada. Bəli. Yəni bu qədər sərvətin var, ütü istehsal eləyə bilmirsən. Ütü. Adi ütüsü yoxdur. Rusiya özü ütünü Çindən alır. Bax budur problemi. Ona görə Rusiya qalib gəlməyəcək. Klassik anlamda. Bəli, taktiki uğurları olacaq və taktiki uğuru da Putin çox rahatlıqla öz cəmiyyətinə sata biləcək, çox rahatlıqla. Ukraynanın vəziyyəti daha çətin olacaq, təbii ki. Zelenskinin siyasi karyerası bitəcək, təbii ki. Bütün bunlar müharibənin nəticələridir. Amma müharibə dondurulacaq. Yəni, bu sülh müqaviləsini Trump Putinin şərtləri çərçivəsində imzalatdırması mümkün deyil. O zaman gərək tamamilə Avropadan çəkilə, tamam dünyadan çəkilə, öz qınına çəkilə ki, öz gedin qırın bir-birimizi. Bir tərəfdən mən, bu biraz fəlsəfi də məsələdir, hamımız narazıyıq ki, Amerika özünü polis kimi aparıb da bu son, ən azından son 30 ildə ümumiyyətlə biabırçı aparıb da, yəni dünyada tək qütüblü dünyada mənəm güc. Kefim nə istəyir? İraka, Liviyaya hara gəldi şillərini təpiyi vururam. Maraqlı oxşatmalar, polis. Yəni dünya polisi kimi aparıb, bəli. Amma bir anlıq düşünək ki, bu olmayacaq. Dünyada Amerikada yoxdur. Amerikanın 207 bazası var, 208 səhv eləmirəmsə, dünya üzrə bazaları var da. O da yoxdursa, dünyada hamı bir-birini qıracaq. Kiçik dövlətlər kiçik bir-birlərini qıracaq, böyük dövlətlər kiçik dövlətlərə qarşı müharibə elan eləyəcək. Problem bu deyə, dünyanın artıq yeni bir siyasi və beynəlxalq hüquq çərçivəsində yeni bir Yalta, Potsdam, Helsinki adını nə qoyursunuz qoyun. Yalta 2 istəyir. Mən əsas Azərbaycana neftin qiymətlərindən təsiri. Bizim hökumət çox komfortlu zonadaydı bugünə qədər. Neftdən gələn gəlirləri xərcləməklə məşğul idi. Rəqəmsal olaraq və faiz nisbətində Azərbaycan hökuməti heç vaxt bir düşünmür ki, qardaş 15 ildir bizim xarici ticarətdə neftin faizi dəyişmir. Xarici ticarətimizdə necə 90% neft idisə, indi 87,8 var. Yəni nədə 2%dir də, yəni. Onun da qaz da gəlsə 92 olan vaxtda 90 ortalama 90%dir. Yəni bu nə deməkdir? Trump neftin qiymətini sala bilərmi? Sala bilər. Amma neftin qiyməti günlük hesablanmır ki, uzun müddətlikdir də. Yəni düşüb 1 il, 2 il qalsa dünyaya, Rusiyaya, Azərbaycana da ciddi təsirləri olacaq. Amma Rusiya ilə bizim fərqimiz nədir? Rusiyanın Allah hər şey verib, Mendeleyev cədvəlində nə desəniz var, bir ağıllı sistemdən başqa. Azərbaycanın bir nefti qazı var. Başqa bizim təbii resurslarımız yoxdur. Onun qiymətinin düşməsi Azərbaycan kimi ölkələrə, o cümlədən Azərbaycana çox ciddi mənfi təsirləri olacaq. Azərbaycan hökuməti bu komfortlu zonadan çıxmalıdır, papağını qabağına qoymalıdır və düşünməlidir ki, artıq ucuz neft dövrünə qədəm qoyuruq. Hə, bu il, bugün olacaq, sabah olacaq, 1 aya, 2 aya, 5 aya olacaq, amma olacaq. Çünki kafasına qoyubsa Trump, bunu eləyəcək. Niyə eləyəcək? Bu belə kaprizi deyil Trump'ın. Bir tək Rusiyaya olan, belə deyək də, təzyiq forması da deyil. Və Trump'ın da icadı deyil yeri gəlmişkən, bu Reaganomikanın icadıdır. Reagan SSR-ni dağıdılmasında ən mühüm rollardan birinin neftin qiymətinin aşağı düşməsi, oynadığı fikri həmişə dünya literaturunda var. Yəni, bu zaten neftin qiymətinin ucuzlaşacağı 4 illiyə ən azı daxil oluruq da, Trump'ın 4 il hakimiyyətdə olacağını nəzərə alsaq. Yəni, bu 4 illikdə qiymətlər düşəcək, bizdə hasilat da düşür. Azərbaycan hökuməti təcili şəkildə vergi qanunvericiliyini dəyişməlidir, gömrük qanunvericiliyini dəyişməlidir, təcili şəkildə kiçik orta sahibkarlığın nəfəsliyini artırmalıdır. Bu qədər vergi ilə boğma olmaz, bu qədər rüsumla boğma olmaz. Özünə telefon alırsan, telefon istehsalçısından çox Azərbaycan hökuməti qazanır. Samsung o qədər qazanmır. Samsungu gətirirsən Azərbaycana, Azərbaycan hökuməti Samsung şirkətindən çox qazanır. Niyə? Niyə? Nə əziyyət çəkmirsən o telefonu düzəltməyə? Nə intellektual əziyyətin keçib, nə əməyin keçib, heç nə. Sadəcə deyir ki, həm rüsumunu ödə, vergisini ver, sonra da get qeydiyyata düş. Qeydiyyata düşəndə də bir vergi ödəyirsən də bilirsiniz. Telefonu qeydiyyata salanda da əlavə bir vergi ödəyirsən. Samsung şirkətinin arzusu oladı bu qədər pul qazansın bir telefonla. Qazana bilmir. Ya avtomobil olsun. Toyota şirkəti Azərbaycan gömrüyündən az qazanır. Bir maşından. Niyə? Sən maşın istehsal eləyirsən? Yox. Onunla qoydum, indi bu telefondur, maşındır, ikinci dərəcəli bəlkə də məsələlərdə. Uşaq yeməkləri. Əlavə dəyər vergisi var. 15%lik gömrük rüsumu var. Niyə? Dərman preparatları 18% əlavə dəyər vergisi var. Niyə?
Bax, niyə olmalıdır? Mən 10 manatlıq dərman alanda 1 manat 80 qəpik məndən niyə alırsan? Çünki sənin zavodun yox, fabrikin yox, özün istehsal eləmirsən ki, daxili bazarı qorumaq üçün xaricdən gətirilənə rüsum qoyasan, vergini yüksək qoyasan. Bu məntiqlidir, etatizmdir. Yəni, belə bir siyasət var, mövcuddur. İndi Trump da elə eləmək istəyir, yeri gəlmiş. Amma daxili istehsalın olanda, sənin daxili heç nəyin yoxdur istehsal. Niyə xaricdən gətirilən hər şey? Azərbaycan hökuməti, Azərbaycan xalqının bacarıqlarından istifadə etməyi öyrənməlidir. Bizim millət tacirdir və bu çox gözəl bir şeydir, utanılacaq, heç nə yoxdur. Dünyada ən böyük ticarət xalqı Britanlardır, Britlərdir. Hətta siyasətçilərin içində də kifayət və tacirlər. Onlar heç utanmayıblar bundan. Azərbaycan ticarətin beşiyi və mərkəzi ola bilər. Azərbaycan hökuməti sadəcə siyasətini dəyişməlidir bu sahədə. Çox sağ olun. Mən təşəkkür edirəm hər birinizə gəldiyiniz üçün və çox maraqlı bir debatımız oldu. Təxminən 1 saat 25 dəqiqədən artıqdır ki, verilişimiz davam edirdi. Gəldiyiniz üçün təşəkkür edirəm. Tamaşaçılarımıza da minnətdaram ki, səbirlə axıra qədər izlədilər. Bir daha diqqətinizə görə sağ olun, sağlıqla qalın.